Rəza fiqurlarından sualları qeyd edin gəlsin. Müəllim 14-ə baxmağa imkanımız var. Baxaq. 14-cü sual. 14-cü sualda. 14-də nə yazmışdın, Adi? Yazmamışam müəllim ümumiyyətlə. 14-cü sualda birinci aya baxıram. Birinci məsələn gördüyümüz bu üzdür. Buradakı üzdür. Bəzi çaplarda ölçülər səhv azdır, şu xəttlərin sayımı. Bu fiqurdur da bu. Bunun yanına mən iki dənə, bunun için məsələn xətt olmalıdır, burası. Bunu mən yanına iki dənə bu fiqurdan gətirməliyəm. Bu qarşı üzdür, bunu gətirə bilmirəm. Bu birini gətirib bunun yanına qoya bilərəm. Bu birini gətirib qoydum bunun yanına. Burada baxıram ki, bu diaqonalın qara tərəfinin biri ağa söykənir, biri tamamilə qaraya söykənir. Amma burada bu diaqonalvari qaranın yarısı ağa söykənir bir hissəsi yarım ağ, yarım qaraya söykənir. Yəni bir sözlə səhvdir. Çünki burada elə bir duruş yoxdur axı. Ona görə atıram gedir. Üzlərin vəziyyəti ödəmir. B variantına keçirəm. B-də bizə verdiyi üzlər. Görürsən bu ikisi yanaşdı. Bu üz. Sağında bu üz. Bunların üstündə ağ olmalıdır. Ağ kənardadır. Ağı bunları yanaşırsam. Bura açırsam. Və indi buradakı bu üç dənə fiquru 180 dərəcə çevirsəm, B-dəki variantın özünü alıram. Yəni bunu bir dənə tam şəkildə 180 dərəcə çevirsən, məsələn əlində kitab varsa, vərəq varsa, bir dənə bunu 180 dərəcə çevirsən, görə burada özünü çevirə biləcəyimi onu 180 dərəcə. Gözləyək. Döndür, döndür. Məsələn deyib bax, bura diqqət elə. Xəttlər ağa söykənir, xəttlər ağa söykənir. Burada boşluqdur. Məsələn, əlinizdəki kitabda bir dənə bax bu şəklə baxın. İndi bu çevirdiyim şəklə, əlinizdəki kitaba. Siz düz tutun kitabı. Bax B-dəki şəklin özünü görəsiniz. Ağ-qara, solu ağ-qara, üstündə də ağ. Və yəni bunun 180 dərəcə tərsindən baxdığımız forma B-dəki formanın özüdür. Ona görə B-də heç bir problem yox idi. Yəni bunu 180 dərəcə çevirsəm, B-dəki şəklin özünü ala bilirdim. Ona görə cavab olur B variant. Müəllim orientasiya düzgün gəlir orada. Bəli, ümumiyyətlə Hə, üzlərin vəziyyəti eynisə, deməli orientasiya da düzdür də. Və yenə deyirəm, 180 dərəcə çevirəndən sonra düz gəlir orientasiya. Durduğu vəziyyətdə yox. 180 dərəcə bunu çevirsəm, bu fiqur gəlib düşür bax belə. 180 dərəcə çevirsəm, bu fiqur gəlib düşür bax belə. Ağ da qalxıb yəni babın üstündə. İndi bax görsən düz gəlir orientasiya. Bax bu yuxarıda buna baxır. Sağında da bu var. Yəni bu ona görə deyirəm də, bunun buradan baxsan, bu ağ onsuz da bunların üstünə görünür axı, aşağıdan baxanda. Yəni bu üçünü 180 dərəcə tərsindən baxsaq, B-dəki variantın özü alınır. aydındır müəllim, çox sağ olun. 13. Salam, salam. 13'te. Tabi 13'e ne yazmıştın? Bunu yaza bilməmişdim elə. Eyni fiqur olanda qarışdırıram belə olanda. Ümumiyyətlə elə olsa belə ümumiyyətlə suallara çalışın. Qarışıq görəndə həmin sual yaza bilməyib heç vaxt atmayın. Yəni ən azından cəhd göstərin ki, hansı variantlar ata bilərəm. Məsələn, burada məsələn heç sualdan bilməsən belə A ilə C-ni birinci atmalıydı. Çünki A-da da yeni bir üz verilib, C-də də yeni bir üz verilib. Deməli A ilə C səhvdə atıram gedir. Düzdürmü? Yeni üz verilməz axı, burada elə bir üz yoxdur. Bəli. Müəllim, burada iki variant var. D, Y. Bəli, bəli, ikisi də düzdür, D də düzdür, Y də düzdür. Məsələn, ben A, C ikisini də atdım. Yeni üz verilib ola bilməz təbii ki. Yəni bunun onsuz da yəni nə qədər çətinlik çəksək belə bunu bilirik ki, yeni üz ola bilməz də. A-la C gedəcək onsuz. Sonra məsələn B-yə baxıram. B-nin ödəyən versiya yoxdur. Çünki məsələn bax qara, ağ, bax görürsən bax bu fiqurdur. Sağında ağ diaqonal deyəndə bax bu fiqurdur. Bunların üstünə aşırdacağım fiqur bax bu fiqurdur. Aşırdıram. Bir
Bir də bax belə dayanır. Bir də faş edirəm bax belə dayanır. Bir də faş edirəm bax belə dayanır. Burada diqqət elə. Bunun qarası qara ağa söykənmişdi. Burada isə bunun qarası söykənir bax bunun bulaşsın ağla qarıya. Amma B variantda bunun ağ tərəfi söykənir qarı ilə ağa. Bax görürsən? B-də bunun qara söykənməlidir. Burada isə ağ tərəfi söykənir. Ona görə B variantı səhvdə atdım gedir. B variantı rahat görünür. D-ni seçmək çox rahatdır. Çünki D-də bax. Bax bu fiqur bax burdadır. Sağındakı fiqur bax burdadır, özüdür. Üstünə də bunu aşırtsam. Və eynisini görürəm. Bax eyni şəkildir. Ağın yarısı ağa, yarısı qarıya söykənir, düzdür? Bunun da sağında qarıya söykənir, bu da düzdür. Deməli D variantındakı vəziyyəti avtomatik olaraq altdan görməyə bacarır. Burada problem var. Aydındır müəllim. İndi Y-yə baxım. Y də düzüydü. Y variantına baxırıq. Bax, Y variantı 3 dənə fiqurun 180 dərəcə çevrilmiş formasıdır. Bax, bu 3 dənə fiquru görürsünüzmü? Buna bax, buradan baxsam 180 dərəcə çevrilir. Y variantının özünü alıram. Mən bax, bu yeni bunu çöndərirəm. Siz bir dənə variantın özünə baxın, eyni fiquru görəsiniz 180 dərəcə çevirəndə. 13-cü sualda. Bax, bu 3 dənə fiqura baxsan, əlindəki variantda. Y-dəki variantın özünü görərsən. Bax, ağ-qara, solun ağa söykənib, üstündə qarıya söykənib. Bu da Y variantı bax, özüdür. Yəni, bunun arxadan baxılan forması bizə konkret olaraq Y variantını verir. Ona görə burada 2 variant da düzüdür. D də düzüdür, Y də düzüdür. Testdə problem var. 2 variant doğru var. Aydın da? Aydındır müəllim. Beni çox sağ olun. 8. Deyəsən attığım izaha baxmamışsınız. 8-ci sual. 8-də A variantı səhvdir. Çünki bax bu fiqur sökənib qara düzbucaqlıya, üstündə də qara düzbucaqlı dayanmalı, düzbucaqlı. Burada dayanmayıb bax üstündə. Fərqli mövqeydədir. Ona görə A-nı atdım getdi. Elə A-nın düzgün forması bax D-nin özündədir. D-də bax görürsən açıq-aşkar görünür. Ha. Nəsə eləməyə ehtiyac yoxdur. Qara düzbucaqlı. Ona söykənən qara üçbucaq, üstünə də qara üçbucaq. Şu, bax D variantının kopyasıdır yuxarıdakı fiqur. Bu üç dənəsi. Cavab olur D. 15. 15-də bax birinci A-ya baxıram. F, S, Z hərfi. F burada, S burada, Z də burada. Bunu yoxlamağın adı yoxdur, çünki S-in qarşısıdır. Bunu atıram gedir. Bu birini aşırıb gətirib qoyuram bax bunun yanına. Orientasiyanı yoxlasan, orientasiya baxma. Bir dənə F-in S-in duruşuna bax. Burada F-in xətti baxır isə, burada F-in aşağısı baxır isə. Yüzlərin vəzni səhvdir, anlattım getdi. B-yə baxıram. O, H, Z. H-dan bu Z qarşı üzdə ilə görünməz atıram gedir. Digər H yoxlasam, bunu aşırdıram sağa doğru. Burada O, H, Z gəlir. Burada O, Z, H gəlir. Orientasiya ödəmir. B-yə atdım getdi. Keçirəm məsələn, bax sonra D-nin səhvini göstərirəm. D variantı O, S, bir də Z hərfi. Bax, yenə bu S-lə Z qarşı üzdür. Bunu yoxlamağa dəyməz. O birini yoxlayacağım. Bunu bir dəfə aşırdıram. Bax, belə gəlib yanır. Bir dəfə aşırdıram. Belə gəlib yanır. Orientasiya S, O, Z gəlir. Burada S, Z, O gəlir. Orientasiya ödəmir. Deyən atdım getdi. Y-də də F-lə H-ın duruşu səhvdir. Burada F-in ayaqları baxır aşağı. Burada F-in kənarı baxır aşağı. Deyən atdım getdi. Amma C düzdür. Bax.
Bu üç dənə fiqur bizə C variantı verir. Bu ikisi də eyni fiqur olduğuna görə onsuz da mən bunları fərqləndirə bilmirəm. Mesela bunun ancaq mən 10 duruşuna baxsam, bunun da düz xəttə baxır oya. Bunu aşırsam, bunun da düz xəttə baxır oya. Все, deməli C-də heç bir problem yoxdur. Cavab olar C variantı. 14. 14-ə baxdıq. 14-də B idi. 14-ə baxmışıq. 14, 15, 21 görürəm. 21-ə baxaq. 21-ci sualda. 21-ci sualda. Bax, bu sadə çevirmə sualdır. Kubu bir dəfə sağa doğru çevirib, qara nöqtə gəlib qabağı. Bir dəfə yuxarı aşırdıb, qara nöqtə qalxıb yuxarı. Və sonra yenə bir dəfə kubu sağa çevirmişəm. Ağ nöqtə gəlib önə. İndi yuxarı çevirməliyəm. Bax, sağa aşırdın, qaldırdın yuxarı. Sağa aşırdın, qaldırırsan yuxarı. Bunu yuxarı doğru qaldıranda ağ nöqtə qalxır təpəyə. D və Y-dəki kimi. A getdi, B getdi, C getdi. Qara isə dəyişmir axı, qara solda olduğu kimi qalmalıdır. Çünki sən bunu yuxarı doğru çevirəndə bu qaranın yeri dəyişmir axı, qara önə gəlmir. Elə bir şey durduğun yerə bax, bunu yuxarı doğru çevirsən. Qara olduğu kimi qalmalıdır. Ona görə cavab olur D. Sağa aşır, yuxarı çevir. Sağa aşır, yuxarı çevir. Salam. 28-ə kimi? 22. Bax, 22 də çevrilmə sualıdır. Bax, bunu bir dəfə sağa çevirir. Z gəlir qabağa. Bir dəfə sağa aşırdır yenə. Kvadrat gəlir qabağa. Bir dəfə yenə sağa aşırdır. Plus gəlir qabağa. Bax, bu diaqonalın qaralarına bax. Çevirəm, çarpaz qara belə gəlir. Çevirəm, çarpaz qara belə gəlir. Çevirəm, çarpaz qara bax belə gəlməlidir. B-dəki kimi, A-dakı kimi, Y-dəki kimi. C getdi, D getdi. Bəs üst düzənə gələcək. Bax, qadirəm birinci fiqurdan ən öndə dayanan düz xəttə analiz edirəm. Bunu aşırdıram, belə dayanır bir dəfə. Aşırdıram, belə dayanır bir dəfə. İndi aşırdığında bir dəfə də bax, belə dayanmalıdır üstə. Üstə bu formada dayanan versiyada bax, Y variantı. Anı da atıram gedir. Problem olan var. 27. Bax, 27. 27-ci sual. A variantına baxırıq. Qara nöqtə, ağ nöqtə, qara diaqonal. Qara nöqtə, ağ nöqtə, qara diaqonal. Bax, buradadır. Açdım, gəldi yandı burada. Bir dəfə də aşırdıram. Gəl yandı, bax burada. Bax, diqqət et, orientasiyanı yoxlayıram. Qara nöqtə, qara diaqonal, ağ diaqonal. Qara nöqtə, qara diaqonal, ağ diaqonal. Diaqonalın duruşunu yoxlayanda demişdik, kəsişməyə nöqtə qoy, ancaq elə yoxla. Üçünün kəsişməsinə nöqtə qoydum. Diaqonal həmin nöqtədən keçir, diaqonal həmin nöqtədən keçir. A-nı saxladım. Keçirəm B-yə. Bax, B-də qara düz xətt burada ağ diaqonalı kəsir. Ha, burada qara düz xətt ağ diaqonalı kəsmir axı. B-də problem var, atıram gedir. Gəldim C-yə. Və C variantında. Bax, qara düz xətt, ağ düz xətt, ağ diaqonal. Ağ diaqonal aşırdıram bunlara doğru. Bir dəfə aşırdım, belə dayandı. Bir dəfə tutdum, çevirdim, bax belə dayandı. Ağ diaqonal qara diaqonalı kəsir. Amma burada ağ diaqonalla qara diaqonal bir-birinə parlaya verir, bax kəsmir. Deməli C səhv düzlərin vəziyyəti tutamır. D variantında ağ nöqtə, qara nöqtə, ağ diaqonal.
Bax burada üçü bir yerdədir. Ha burada qara nöqtə, ağ nöqtə sonra daha doğrusu düz xətt gəlir. Burada qara nöqtə, düz xətt sonra ağ nöqtə gəlir. Orientasiya ödəmir deyən atdım getdi. Y variantında da bax yenə qara düz xətt, ağ diaqonal kəsməlidir. Qara düz xətt, ağ diaqonal kəsmir. Yenə atıram getdi. Cavab olur nə? A variantı. Problem var. Davam edirəm. 28-ci sual. 28-ci suala baxırıq. Bax burada mahiyyət nədir? Bax burada mahiyyət nədən ibarətdir? Bax burada biz yüzlər çox verildiğinə görə hər birini yoxlamalıyıq. Yəni hər birinin bir-birinə olan duruşun yoxlamalıyıq mütləq şəkildə. Məsələn bax, variantları təhlil edirəm. Birinci aya baxıram. 2 dənə diaqonal ən azından bir-biri ilə birləşməlidir. Diaqonalın biri burada, biri burada. Bunları bir yerə gətirmək lazım. Bunu aşıracam onun yanına. Bir dəfə aşırtdım, belə dayandı. Bir dəfə aşırtdım, belə dayandı. Bir dəfə aşırtdım, belə dayandı. Burada diaqonallar birləşməyib. Amma A'da diaqonal ikisi bir yerə birləşib axı. Ona görə A-nı atdım, getdi. B-yə baxıram. Bax, 2 dənə nərdivan, bir dənə düz xəttdən vəziyyətini yoxlamalısan. 2 nərdivan onsuz da bir yerdədir. Ona yana düz xətt gətirməliyəmsə, o bu düz xətt də ola bilməz. Çünki bu düz xətt nərdivanın birinə qarşı üzüdür. Deməli, bu bir düz xətti gətirəcəm. Bu birini də 90 dərəcə sola doğru çevirsəm, bu düz xətt gəlib o biri ilə kəsişməlidir. Bax, uzun xətti ilə nərdivanın. Və burada düz xətt nərdivanın kiçik xəttinə kəsişib. O biri nərdivan arası ümumiyyətlə kəsişmir. Amma burada bir nöqtə kəsişmir axı bunlar. Bax, görürsən? Bunun uzun xətti ilə bunun xətti kəsişib. Amma B-də elə bir vəziyyət yoxdur. Ona görə B-ni atıram gedir. C-yə baxıram. Nərdivan, düz xətt, diaqonal. Bax elə nərdivan burada, diaqonal burada. Bu düz xəttə bunları yanaşırsam, nərdivan gəlib düz xətti kəsməlidir. Nərdivan gəlib düz xətti kəsir. Diaqonalın duruşunu yoxlayın. Demiş həmişə üçünün kəsişməsinə nöqtə qoy. Burada diaqonal üçünün kəsişməsindən keçir. Həmçinin C-də də diaqonal üçünün də kəsişməsindən keçir. Deməli, C düppədüzdür. C-də heç bir problem yoxdur. Cavab olur C variantı. Burada problemi olan var. D və ya Y variantı yazan varsa desin D ilə Y-nin səhvlərinə baxaq. Müəllim, mən yeni yazmışam burada. Y-yə baxaq onda. Hı. Y-də 2 diaqonalın düz xəttdən vəziyyətini yoxlamalıyam. Bax, 2 diaqonal burada bir yerdədir. Bu düz xətti gətirib bunların yanına qoysam. Diaqonalın duruşunu yoxlayanda həmişə kəsişməyə nöqtə qoyursunuz. Kəsişməyə nöqtə qoydum. Bu diaqonal kəsişmədən keçir. Buna deyirəm 2. Və Y variantında özündədir. Üçünün kəsişməsinə nöqtə qoyuram. Bu diaqonal kəsişmədən keçdiyində buna deyirəm 2. Burada düz xətt həmin 2-ni kəsmir. Amma Y-də düz xətt gəlib həmin 2-ni kəsir axı. Olmaz. Düz xəttin kəsdiyi diaqonal səhv göstərib Y-də. Y ona görə səhv. Atıram gedir. Hı. Aydındır. Anladım. Çox sağ olun. 30. 30-cu suala baxaq. Bircə dəqiqə üzrü sayın. 30-cu suala baxırıq.
Belə 30-cu suala baxırıq. 30-cu sualın mahiyyəti nədən ibarətdir? Buna biz demişik ki, kubun 6 dənə üzü olur da, düzdürmü? Amma burada bizə hal-hazırda 5 dənə üzü görürük. 4 dənə balaca kub yığılacaq. Kubun hər hansı bir üzün yaradacaq, düzdürmü? Məsələ nədir? Sən o bir dənə yaranan üzün harda yarandığını bilmirsən, düzdürmü? Sən o kubun üzləri ola bilər ki, yığılar, yuxarıda yaranar. 4 dənə üzü ola bilər ki, yığılar bax burada yaranar. 4 dənə üzü ola bilər ki, yığılıb burada yaranar. 4 dənə üzü ola bilər ki, yığılar burada yaranar. Və bu üzlərin harda yaranmağının önəmi yoxdur, bax. Və bura qara çəkdim. Bura bir fiqur, bura bir fiqur, bura bir fiqur, bura fiqur, düzdürmü? Bura diagonaldır, bura x-dir, bura kvadratdır, bura diagonaldır. Bax bu 4 dənə kiçik fiqur yığılıb burada da yaransa, qaranın qarşı üzüdür. O 4 dənə fiqur sağ tərəfdə də yığılsa, yenə qaranın qarşı üzüdür. O 4 dənə kiçik fiqur yuxarıda da yığılsa, yenə qaranın qarşı üzüdür. Aşağıda yığılsa, yenə qaranın qarşı üzüdür. Yəni bizə lazım olan odur ki, bu yeni yaranan fiqur qara ilə eyni anda görünməsin. Çünki qaranın qarşı üzü olacaq. Amma A variantında yeni yaranan fiqur qara ilə eyni anda görünür, bax, hə. Ona görə deməli A səhvdir. A-nı atıram. Gedir. A-la eyni anda görünə bilməz. Burası aydındır. Müəllim bir sual verə bilərəm. Buyur. Siz hardan bildiniz yeni yaranacaq üz qaranın qarşı üzü olacaq? Onu deyirəm də. Yeni yaranan üz harda yaranır? Yaransın. Hə, Burada yarana bilər. Burada da yaransa qaranın qarşı üzüdür. Yuxarıda hı hı. yaransa. Burada yaranan üz də qaranın qarşı üzüdür. Sağ tərəfdə yaransa. Sağda yaranan üz də qaranın qarşı üzüdür. Aşağıda yaransa. Aşağıda yaranan üz də qaranın qarşı üzüdür. Yəni harda yaranır, yaransa yenə qaranın qarşı üzüdür. Başqa yol yoxdur axı. Aha, Yəni anladım. Çox sağ olun. hansı gündə yaransa qaranın qarşı üzü olur. Amma A variantı o yeni yaranan üz qarın eyni anda gördüyünü anlatıram gedir. B variantında x-in qarşı üzü diagonal eyni anda görünməz. Amma B-də x-lə diagonal eyni anda görünür, baxın. C-də kvadratla alqar üçbucaq eyni anda görünür, baxın. Həmçinin Y-də kvadratdan alqar üçbucaq eyni anda görünür, bax, attım getdi. Bir dənə qarşı üzlər tutdum, cavab qaldı D variant. Müəllim, əslində burada orientasiya ilə D variantını yoxlayanda elə cavab rahat olur məncə. Bu heç mən yəni o birilərin niyə səhv olduğunu izahlədim. Geridə heç bir problem yoxdur. Yəni götürəm gedir. Mən sadəcə kənarlarında olan balaca kvadratlar çaşdırdı. O qulaqlar var ya kənarda. O Mənə harda yığılır, yığılsa yenə deyirəm. Yəni necə yığıldığını Aha, bilmiyorum işte. hə. Orada yığılsa qaranın qarşı yüzü. Ben onu bilirsən. Məsələn, D-də üstü qara deyil, yəni. Necə? Hə, D-nin üstü var ha, o qara üzü sayılmır. D-nin üstü Hə. qaradır. Olsun da qara. Yeni yaranan üzlə qara ilə də görsənməz. Qara burada görünüb, ağ Hə, qara figurla anladım, bu bildim. soldadır. Qarşıda x0 deyib buradadır işte. Hə, bildim, çox sağ ol. Buyur. 31-ə baxa bilərik mən. Neçə? 31. 31. 31-də uyğun olmayan variant istəyir. Hı -hı. Birinci aya baxıram. X nərdivan 2 nöqtə. X nərdivan 2 nöqtə. Orientasiya yoxlasam. X nərdivan 2 nöqtə. X nərdivan 2 nöqtə ödəyir. X nərdivanın boşluğuna baxır. O da ödəyir. A düzdür. A'da heç bir problem yoxdur. B'yə baxıram. X 9 nərdivan. X ilə nərdivan bir yerdədir. 9 olduğu kimi aşağıda qoyuram bunların yanına. X 9-a söykənməlidir. X 9-a söykənir. X nərdivanın boşluğuna söykənməlidir. X nərdivanın boşluğuna söykənir. Orientasiya X 9 nərdivan. Orientasiya X 9 nərdivan ödəyir. Deməli B'də düzdür. C-yə baxıram. Nərdivan, nərdivan 9. 2 dənə nərdivanı bir yerə aşırtsam, bunu sola doğru aşırdıram. Gələ belə dayanır. Sonra bir dəfə də aşırdıram. Gələ belə dayanır. Burada 9-un ayağına diqqət eləyin.
Diagonalların birləşdiyi nöqtəyə baxır, görürsüz? Hı Və hı. 9-un ayağı diagonalların birləşdiyi nöqtəyə doğru baxır. Amma C variantında 9-un ayağı gəlib diagonalın birini kəsir. Amma bunların kəsişmə nöqtəsinə baxmır axı. Amma burada kəsişmə nöqtəsinə baxmalı idi. Kəsişmə nöqtəsinə baxmırsa, deməli C-də problem var. Yəni 9 burada gəlib belə deyənmalı idi. Belə deyənmalı ki, bunların kəsişmə nöqtəsinə bax. Gəl bilən senin matəzinin üstünə çəkim. Və 9-u mən burada belə görməli idim ki, ən azından. Belə bir şey. Bunların kəsişmə nöqtəsinə baxsın. Amma C-də bir tərs yanına görə C-ni atıram gedir. C deməli səhvdir. Cavab olur C. Osmanlı. Evet. Sonra davam edeyim. Otuz üç. 33. Hı hı. 33'te. 33'te. Birinci aya baxıram. Diagonal, diagonal, düz xətt. Diagonal, diagonal, düz xətt. Bax, üçünün kəsişməsindən keçən nöqtə qoyuram. Üçünün kəsişməsindən keçən diagonala Q deyirəm. Bax, üçünün kəsişməsinə nöqtə qoyuram. Kəsişmədən keçən diagonala Q deyirəm. Düz xətt buradakı Q-nu kəsmir. Amma burada düz xətt Q-nu kəsir axı. Deməli, duruş ödəmli. Anlattım, getdi. Bunu bax, yadda saxlayın. Bir mənalı şəkildə beyninizi həkk edin. Diagonalın duruşunu yoxlayanda həmişə kəsişmə nöqtəsinə baxırsan. Kəsişmə nöqtəsinə əsasən keçib keçmədiyini bilib diagonalı ancaq elə fərqləndirə bilərsən. Bunu qətiyyətdən çıxartmayın. A ödəməli. A-nı atdım, getdi. Davam edirəm. B variantına baxaq. B variantında 2 dənə diagonal bir yerə gətirsən, bax bunu açırsan. Diagonallar bir-birindən birləşmir. Amma B-də ikisi də bir-birinə birləşir. Baxın, B-də problem odur. B-ni atdım, getdi. C-yə baxıram. Düz xətt, nərdivan, diagonal. Və diqqət elə. Bizə lazım olan vəziyyət nədir? Nərdivanla düz xətt kəsişsin. Nərdivanla düz xətti kəsişmə nöqtə bu düz xətti daşıyıram nərdivanların yanına. Bir dəfə düz yandı. Bir dəfə yan yandı. Bundan kəsişmir. Bir dəfə daşıyıram. Bundan kəsişirəm. Bunlarla yana diagonal gətirsəm, gətirə bilmirəm axı. Çünki bu diagonal gətirmək istəsəm, nərdivanın qarşı üzüdür. Yuxarıdakı diagonal gətirmək istəsəm, o da düz xəttin qarşı üzüdür. Yəni ki, burada 2 dənə diagonal heç bir bunlarla vəziyyəti ödəmədi. Ona görə avtomatik olaraq bu versiyada deməli problem var. C-ni atıram, gedir. Deyəsən mən bəs o biriləri niyə yoxlamadım? Çünki o biriləri yoxlamağın adı yoxdur. Çünki biz ancaq nərdivanla düz xətti bu formada kəsişdirə bilərdim. Çünki o biri düz xətt bunun qarşı üzüdür. Bununla da kəsişmir axı. Ona görə C-də problem var. Atıram, gedir. İndi gəlirəm D variantına baxıram. Diagonal, diagonal, nərdivan. Və diagonal, diagonal, nərdivan. Burada diqqət elə. Diagonal bunların yanaşırsam gəlib belə dayanır. Diagonalın vəziyyətini yoxlayanda kəsişməyə nöqtə qoy. Kəsişmədən keçənə Q deyirəm. Kəsişmədən keçənə Q deyirəm. Burada nərdivanın böyük xətti kəsir Q-yanı. Burada nərdivanın kiçik xətti kəsir Q-yanı. Deməli, D-də problem var. Üzrdən vəziyyət tutum, atdım, getdi. Bəs Y variantı necə düz olur? Ödəyən versiya necə olur Y-də? Və bu nərdivanı gətirib olduğu kimi bura qoysam. Nərdivanın kiçik xətti düz xətti kəsir. Nərdivanın kiçik xətti düz xətti kəsir. Üçünün kəsişməsindən diagonal keçmir. Üçünün kəsişməsindən diagonal keçmir. Orientasiya diagonal düz xətt nərdivan. Orientasiya diagonal düz xətt nərdivan ödəyir.
Şu cavab olur nə? Y variant. Bu da oldu 30-cu sualımız. Keçdik. Sonra hansı sualınız var? 38-39-a baxa bilərik. 34 sonra keçirik 38-ə. 34-ə baxaq. 34-cü sualda ən rahat həll etməyin yolu. Burada 4 dənə diagonal var da, düzdürmü? 4 dənə diagonalın 4-ünü də bir yerə gətirin ki, bunların bir-birinin olan duruşuna baxa biləsiniz. 4-ünü də bir yerə gətirin. Məsələn, gəl baxaq. Bunların 4-ün birini necə gətirəcəm? Bunu aşıracam sağa. Gəl bu belə dayanacaq. Bunu aşıracam sağa. Gəl bu belə dayanacaq. Belə 4 dənə diagonalın bir-biri ilə duruşunu yoxlayaq. Və baxıram ki, burada diagonalların üçü bir nöqtədə birləşir. Biri isə boşluğa baxır. Bax, görürsənmi? Bax, üçü bir nöqtədə birləşdi. Biri isə boşluğa baxdı. Heç birinə söykənmədi. Bütün hamısında diagonalları həmin şəkildə bir yerə yığ. Gör hansında bu vəziyyəti görə bilərsən. Və baxıram. A variantında. Diagonalları bir yerə gətirmək istəyirəm. Bunu aşırıram sağa doğru. Gəl badiyanı bu formada. Burada diagonalın ikisi bir yerə birləşir. Amma digər iki dənə diagonal boşluğa baxıraq heç birindən birləşmir. Deməli, A səhv atdım, getdi. B-də problem yoxdur, C-yə baxıram. Bax, 4 diagonalın 4-ünü də bir yerə yığ. Bunu aşırıram sağa. Bunu da olduğu kimi gətirib qoyuram, bax bura. İkisi bir yerdə kəsişdi, ikisi bir yerdə kəsişdi. Amma bizə nə lazımdır? Üçü bir nöqtədə kəsişsin, biri də boşluğa baxsın. D variantında. Bu diagonalı sola doğru aşıtsam. Gəl bax belə dayanır. Burada üçü bir nöqtədə birləşdi birləşməyinə. Amma digər diagonala gəlib buna birləşib bax. Amma bizə nə lazımdır? Diagonalın biri boşluğa baxsın. D ona görə səhv atıram gedir. Eyni qayda bax Y-də də keçərlidir. Üçü bir nöqtə ətrafında birləşib. Onda problem yoxdur. Amma bir də gəlib buna birləşib bax. Hə. Bizə nə lazım idi? Üçü bir yerdə birləşsin, biri boşluğa baxsın. Y-də üçü bir birləşib, o bir də buna birləşib atıram gedir. Amma B-də bax. Üçü birləşib, o biri isə hər iki tərəf ağa baxır. Deməli, B variantı olur, doğru cavabımız. Problem var. Yəni, 34-dən sonra 35-ə baxaq. 35-də uyğun olmayanı istəyir. Çox güman ki, uyğun olanı çəkib götürmüsən. Bunu 1-4-1-ə gətirəndə 2-ni aşırdırıq sağa doğru. 2 ilə C qarşı üzdür. A ilə B qarşı üzdür. 1 ilə 3 qarşı üzdür. Eyni anda görünə bilməz. Amma birincidə 1 ilə 3 eyni anda görsənir. Deməli, səhvdir. Bizdən də səhv istəyir. 4-də də 1 ilə 3 eyni anda görünür. Qarşı üstü eyni anda görünə bilməz. Deməli, 4-də səhv. Səhv olur 1 ilə 4 Y variantı. Hı. 36-ya baxaq da müəllim. 36. Nə yazmış 36-ya? 36-ya yazmışam 2, 3, 5. 2, 3, 5 ümumiyyətlə. Heç mən suala baxmasam belə. 2 ilə 5 eyni anda ola bilməz axı. Çünki burada nöqtə bu nərdivanın ağ tərəfinə söykənir. Burada isə nöqtə nərdivanın içinə söykənir, düzdürmü? Hı. Bu ikisində duruş heç bir-birinə eyni deyilsə, bu necə hər ikisi doğru cavab kimi götürülə bilər ki? Suala baxmadan. Bu ikisindəki duruş eyni deyil axı. Bax, nöqtə ilə bu nərdivanı bir yerə gətirsən, nərdivanı aşırdıram. Nöqtə nərdivanın içinə doğru baxmalıdır. Yəni birləşməlidir bir növ içəriyə doğru baxmalıdır. Amma 2-də nöqtə nərdivanın boşluğuna söykənir bax. 2 ona görə səhvdir. 2-ni atıram gedir. 4 niyə görə səhvdir? Tək xəttlə qoşa xətt qarşı üzdə eyni anda görünməz. 4 atıram getdi. Sonra davam edirəm. 5-də problem nədir?
Bax, bu düz xəttdə olduğu kimi gətirib bunların yanına qoysam. Nərdivan düz xətt nöqtə, nərdivan nöqtə düz xətt. Orientasiya demirək burada. 5-ə görə səhvdir. Atıram cavab olur 1-dən 3. Hmm, anladım. Bizdə olmayanları istəyirəm mən. 2, 4, 5 olmur. Olmayanları istəyir olanları istəyirik məncə. Yox, Şərt verir 35-ə ümumiyyətlə. görərsə. 35, o ancaq 35-ci suala aiddir. 36-ya şərt verməyib. Ümumiyyətlə səhət mahiyyətini başa düşün. Nə olanı istəyirsə 1-3-dür, olmayan istəyirsə 2-4-5-dir. Hə, bildim. Yəni, səs və mahiyyətini başa düşün. Nə olsa da imtahanda belə düşməyə də şərt veriləcək. Burada şərt verilmir. Çox güman ki, olanı istəyir, şərt verilməyibsə. 9, 38. 38-ə baxaq. Sən qarşı yüz dairədə eyni anda görsənməz. A-da görünür batdım. B-də görünür batdım. 2 nöqtənin qarşısı tək nöqtədə eyni anda görünməz. C-də görünür batdım, D-də görünür batdım. Şu cavab oluyor Y variantı. Məncə bu mexanik səhv olub. Ya da ki, gözdən qaçıb. Yəni qarşı üzərinə cavab çıxardı burada. 39. 39-da. Bax, biri yoxlayıram. Nərdivan, düz xətt, 2 nöqtə. Düz xətt daşıyıram nərdivana doğru. Bir dəfə daşıyıram nərdivana doğru. 2 nöqtəni olduğu kimi gətirib qoyuram bax bura. Bax, burada diqqət edirəm. Düz xətt 2 nöqtə nərdivan, düz xətt nərdivan 2 nöqtə. Orientasiya təmir 1 atdım getdi. İkidə bax yenə eyni üzlərdə. Düz xətt 2 nöqtə nərdivan, düz xətt 2 nöqtə nərdivan ödəyir. 2-ni götürdüm. Sonra məsələn bax 5-də də eyni üzlər var. 5-cidə sadəcə problem bir sardadır. Bax bu düz xətti görürsüz. Bax bunu, nərdivan daha doğrusu. Bu xətt nərdivana görürsüz yaxın tərəfdə olmalıdır. Bax yaxın tərəf, bax burada olmalıydı. Burada həmin xətti uzaqda verir bax. Bax 5-in problemi olar, atıram gedir. Bax gəlib yaxına düşməlidir burada kimi. 5 də getdi. 3-dən 4-ü yoxlayaq. 3-ə baxıram indi. Bax. Nərdivan, düz xətt, boşluq. Bax, 3 bax burada bir yerdədir. Boşluq, nərdivan. Boşluq, düz xətt, nərdivan. Boşluq, nərdivan, düz xətt. Orientasiya ödəmədim. 3 səhv, çatıram gedir. Bax. Boşluqdan sonra nərdivandan yox, düz xəttdən gəlməli idi. Burada boşluqdan sonra nərdivandan sonra düz xəttə gəlir. Orientasiya ödəmir. Amma 4-cüdə 2 nöqtəni gətirib olduğu kimi bura qoysam. Ağı da bunları doğraşırsam. Nərdivan 2 nöqtə ağ, nərdivan 2 nöqtə ağ ödəyir. Cavab olur 2-dir. 42. 42. 42-də kubun 3 dənə üzün görürsənsə, ancaq bu 3 dənə üzü müqayisə edə bilərsən. Baxıram ki, bu nərdivan uzun xətti qum saatın qara tərəfdən kəsir. A-da nərdivan qum saatın ağ tərəfdən kəsir. B-də ümumiyyətlə nərdivan qum saatını kəsmir. C-də ümumiyyətlə nərdivan qum saatını kəsmir. G-də də nərdivan qum saatı qarşı üzdə ilə görünməz. Atıram gedir. Yəni, bu cavab su defiş yox. Bir dənə buna cavab çıxır. Düz xətt qum saatın qara tərəflərdən kəsməli idi. Cavab olur D. 41. 41-də bax 3 dənə üz görürsənsə, ancaq bu 3 dənə üzün duruşunu yoxlamalısan, başqa heç nəyə. Məsələn, A-ya baxıram. Nərdivanı aşırdıram bunlara doğru. Bir dəfə aşırtdım. Gəl bax belə deyəndə. Bir dəfə aşırtdım. Gəl bax belə deyəndə. Düz xətt nərdivanın ağ tərəfindən kəsir ilk öncə. Düz xətt nərdivanın içinə doğru kəsir. Üzlərin vəziyyəti də atdın getdi. B-də bir dəfə nərdivanı sola doğru aşırsam.
Və düz xətt nərdivanın boşluğundan kəsir, düz xətt nərdivanın boşluğundan kəsir. Düz xəttin solunda diaqonal var, düz xəttin solunda diaqonal var. Şu cavab oldu deməli B variantı. Bax, B variantına bir dənə diqqət elə, bax, bir dənə çəkirəm təzədən buradan. Və düz xəttin üzərindəki duruş, bununla diaqonalın duruşu eyni şeydir. Cavab oldu B variantı. Yəni 3 dənə üz görürsənsə sən kubda, başqa olsa heç dənə müqayisə edə bilməzsən. Ancaq bu 3 dənənin duruşuna baxsan, başqa heç nə. 41-dən sonra 47, 45. Verilən açılışlardan 4-ə eyni bir kuba aiddir. Hansı variantda o kubun açılışı deyil? 2 dənə üz götürək, gəlin bir-birinin vəziyyətinə baxaq, cavabı çıxardırıq onu. Məsələn, 7 ilə 1-in duruşuna baxsa cavab çıxırdı. Bax, A-da 7 ilə 1-in duruşuna baxın, 7-nin ayaqları biri kəsir. Həmçinin C-də 7-nin ayaqları biri kəsir. B-də aşıtsam, 7 gəlib biri kəsir. Həmçinin D-də aşıtsam, 7 gəlib biri kəsir. Amma Y variantında 1 7-ni kəsir əksinə. Hamısında 7 1 kəsirdi, amma Y-də 1 7-ni kəsinə görə Y variantı digərlərindən fərqlənir. Cavab olur Y. 47. 47-ci sualda. Burada ilk olaraq kubun açılışı demişik ki 1 4 1 olmalı mütləq. Bütün variantları gəl 1 4 1-ə gətirək hamısını. Amma məsələn A-da olsa 1 4 1-dir. B-də 1 4 1-ə necə gətirəcəkdim? Dairəni aşırdıram sağa. Olur 1 4 1. C-ni 1 4 1-ə gətirmək istəyirəm. Plus aşırdıram sağa doğru. 3 bucağı aşırdıram sola doğru. Yenə oldu 1 4 1. D variantına 1 4 1-ə gətirmək istəyirəm. Plus aşırdıram sağa. Olur 1 4 1. Ya da plus aşırdıram sola. Olur 1 4 1. İndi gəl burada qarşı üzləri var. Burada qarşı üzlərinə cavabı çıxardılır. Məsələn, necə? Bax, A variantında üçbucağın birinin qarşısı plusdur. Üçbucağın birinin qarşısı kvadrat. Həmçinin C variantında üçbucağın birinin qarşısı plusdur. Üçbucağın birinin qarşısı kvadrat. Həmçinin D'də üçbucağın birinin qarşısı kvadratdır. Birinin qarşısı plus. Həmçinin Y-də. Amma bir dənə B variantında üçbucaqla üçbucaq bir-birinə qarşıyız. Yəni başqa heç bir variantda üçbucağın qarşısı üçbucaq deyil. Bir dənə B deyil. Ona görə B variantı digərlərindən fərqlənir. Cavab olur B. Problem var. Əla. 7-dən sonra 50. Fəza fiqurunun verilən açılışına əsasən digər açılışını təyin edin. Burada üzlərin duruşu ilə baxıb cavabları çıxarda bilərsiniz. Məsələn, necə? Tamam, birinci baxıram. 2 dənə diaqonalın bir-birinə duruşuna. Bunu gətirib olduğu kimi bunun yana qoysam, olduğu kimi. 2 diaqonal bir-birinə kəsişməlidir bir nöqtədə. Amma A-da kəsişmir bir nöqtədə. Anlatdım, getdi. Həmçinin bax Y variantında. Bax, diaqonal bir dəfə sağa aşırıram, belə dayanır. Bir dəfə də aşırıram, bax, belə dayanır. Yenə diaqonala bir nöqtə kəsişmədi axı. Yenə də atdım, getdi. Və bir də diqqət eləyin. C, B, D-də fərqli bir məqam X ilə diaqonalın birləşməyidir. Burada X-i bunlara doğru aşırsam, bu diaqonalların birləşdiyi nöqtədə X var. Amma B-də diaqonalların birləşdiyi nöqtədə X yoxdur, X digər tərəfdədir. Burası boşdur. Ona görə B səhvdir. Bura kimi suallar var.
Müəllim, bir şey soruşa bilərəm. Buyur. Başlanğıc nöqtəsi kimi hardan bildiniz diaqonaldan başlayır o? Yəni niyə diaqonaldan başladınız müqayisə eləməyə? Ola bilər sən başqasından başlayarsan. Aha. Başqasından başlayıb yoxlayacaqdın. Görəcəkdə məsələn hamısı eynidir, başqa birini yoxlayacaqdın. Məsələn, eyni olan üzlərdən başla da. Məsələn, mən eyni olan üzlər 2 dənə diaqonal var. Ya diaqonaldan başlamamaq istəyirəm idi, ya da bunlardan başlamamaq istəyirəm. Çünki ikisi də eyni üzlər, bir-birinə duruşuna baxmaq rahatdır ona görə. Sən diaqonaldan başladım, 3 variant getdi. Sonra ikisindən duruşuna baxdım, 3 variant getdi. İndi məsələn bax, ki C ilə D-yə qalmışam. Görürəm ki, C ilə D-də diaqonalların ikisi ödəyir. Bu səfər digər 2 dənə eyni fiqurun duruşuna bax. Məsələn, bax bunların. C-də bunu olduğu üçün bunun yanına qoysam, bax bir dənə diqqət elə. C-də nöqtənin ikisi də bax görürsən eyni düz xətt üzərindədirlər. Amma burada nöqtələr eyni düz xətt üzərində deyil, axı ayrı düz xətt üzərində. Yəni eyni paraleldə olmamalıdırlar. D-də də həqiqətən bax bunu aşırtsan, gəlib belə deyənlər eyni paralelə düşmürlər. Amma C-də eyni paralel düşdüyünə görə C səhvli cavab olur D variantı. Sualın var. Evet. Belə, kubun 50-yə kimi olan səhvlərinə baxdıq, bitirdik. Belə deyim, bu gün 50-dən sonrasını keçəcəm. Kublarla bağlı belə çox yeni bir məqamımız yoxdur onsuz da. 54-cü sual tipi idi ki, onu da keçən dərs göstərmişdim. Qalanları normal bildiyimiz kubun qaydalarını həll edəcəyiniz suallardır. İndi bunun içində prizmadır, tetraedrdir, oktaedrdir. Birinci onları izah edəcəm. Sonra teoriyaya kakroya keçəcəyik. Birinci ona görə başlayıram. Prizma suallarından. Prizma sualları necə həll edəcək? Bax, prizma sualları hardan başlayır? Prizma. Bax, 64, 65, 66, 67, 68, 69, 70 hamısı prizmadır. Sən bu birini göstərirəm bu tiplərinə. Məsələn, 65-ci suala baxırıq. 65-də prizmanın açılış formasını verir, yığılmış formasını istəyir bizdən. Mən birinci bax, bu prizmanı yığacam bunun ətrafına. Hər birinin öz boşluğuna doğru. Bax, M gəlib düşür 3 ilə 4-ün arasına. N gəlib düşür 2 ilə 3-ün arasına. R gəlib düşür 1 ilə 2-nin arasına. K da düşür 1 ilə 5-in arasına. Burada problem olan var. İndi burada bir üz N'dir, buradakı üz K'dır. N ilə K'nın arasında bir dənə hərf lazımdır bizə. N ilə K'nın arasındakı hərf də R hərfidir. Gəlirəm N ilə K'nın arasındakı hərfdə R götürürəm. İndi bundan sonra rəqəmləri doldur getsin. N ilə R gör harda birləşir bir-biri ilə. N ilə R-nın birləşdiyi nöqtədə 2 rəqəm var. N-nin obliq qolu birləşir 3-ə. N-nin obliq qolu birləşir 3-ə. 3 gedir birləşir 4-ə. 3 gəldi birləşdi 4-ə. 4 birləşir 5-ə. 4 birləşdi 5-ə. 5 birləşir 1-ə. 5 birləşdi 1-ə. 1 də təzən 2-yə qayıdır. 1 də təzən 2-yə qayıdır. Yəni bizə lazım B ilə A 1, 2 oldu. 1 də 4 oldu. Cavab olur 4 və 2 Y variant. Birinci A-nı sonra B-ni soruşur. Ona görə 4, 2 götürün. Sualın var. Mənim burada N ilə K-nın arasında eri nəyə əsasən götürdünüz ki, məhz orada R-dır? Burada N ilə K-nı yığmışam. N ilə K-nın arasında hansı hərf var? Bax burada yuxarıda yığmışam. Usta. Onu həmişə çaşdırıram. Mən bir dənə bu açılışda çox çaşıram. Cavabı Yox, götürə burada bilmirəm heç cür. burada nə çaşdırırsınız? Bax, bunu yığıram bunun ətrafına, düzdürmü? Bax, K gəldi bax bura, düzdür? Bax bunun yaxınında, Aha. düzdürmü? Hə, bunu bir N dənə gəldi olduğu bura. üçün. Hı -hı. N gəlib düşür bax bura. R da gəlib düşür bax bura, düzdür? Aha. İndi K ilə N-nin arasında bir dənə hərf var. N ilə K-nın arasında hansı hərfdir? Yaxın. Hə, R hərfi. Hə, belə Aşağı. fırlanıb ortasına düşür.
N haqqında r-ni yazdım. Sonra n ilə r-nın birləşdiyi nöqtədə hansı rəqəm var? N ilə r-nın birləşdiyi nöqtədə 2 rəqəm var. Buraya yazdım 2-ni. 2-nin o biri qolu birləşir 3-ə. Yəni n 2 ilə 3-ün arasındadır. Ona görə bura oldu 3. 3 birləşir 4-ə. 3 birləşdi 4-ə. 4 birləşdi 5-ə. 5 də birləşdi 1-ə. Hamısını yazdım getdi. Aha, çox sağ ol. Buyur. Və bu da oldu bizim prizmamız. Yəni yığ ətrafına rəqəmləri çək getsin. İndi burada bir dənə bizim fərqli fiqurumuz var. 71-ci fiqur. Diğer aşağıdaki fəza fiqurundan 5 müxtəlif açılışı verilmişdir. 4'ün aid olduğu eyni fəza fiquruna aid olmayan açılış seçin. Yəni 4'ü eynidir, biri fərqlidir. Aid olmayanı soruşur bizdən. Bu sual necə həll edirsən? Birinci bütün üzləri kvadratın ətrafına yığırsan. Məsələn, bax A-da. Kvadratın ətrafına 4 bir tərəfinə yığmalıyam üzləri. Bax 4 bir tərəfinə yığmalıyam. A-nı aşırdacam sola. Necə durmağın önəmi yoxdur. Sadəcə aşır qoy. A aşırtdım gəldi bura. T'ni də aşırdıram bura. Həmçinin B-də. T'ni aşırdıram bax bura. Bax hər bir 4 tərəfinə yığıldı. Məsələn, bax C-də. T'ni aşırdıram bura. Bax hər bir 4 tərəfinə yığıldı. Bax D-də indi 4 bir tərəfinə yığmaq istəyirəm. Bax necə yığacam? T gələcək bax bunu birləşəcək buradan. A gələcək bax bura birləşəcək. B də gələcək bax bura birləşəcək. Y-də bax 3 onsuz da kvadratın ətrafındadır. Bir dənəsi kənarda. T'ni də aşırdıram bax bura. Burada suallar var bu hissədə. İndi hər birinin orientasiyasını qeyd elə, hansı düz gəlmişsə götür getsin. Məsələn, bax A-dan başlasam. A, O, T, V. A'dan başlasam A, O, T, V. A'dan başlasam A, O, T, V. A'dan başlasam yenə A, O, T, V. Amma Y'də A, V, T, O gəlir. Orientasiya fərqli olduğuna görə deməli Y variantlardan fərqlənir. Cavab olur Y. Sualan var. Onda gəlirəm, indi tetraedrə. 72, 73-cü suallar tetraedr suallarıdır. Tetraedr sualları necə həll edirsən? Bax, bizə deyir ki, eyni bir tetraedrə aid olan 4 dənə asılışı tap. Bunu necə taparsan? Mərkəz üzrə baxırsan. Mərkəzdə hansı fiqurdan çoxdursa, onu dayaq nöqtəsi kimi götürürsən ilk öncə. Bu nə deməkdir? Bax. Mərkəzlərə baxıram. Bax, burada kvadrat var, romb var, dairə var, üçbucaq var, romb var, üçbucaq var. Mərkəzdə 2 dənə rombdandır, 2 dənə üçbucaqdan. Yəni say olaraq çox olan romb və üçbucaqdır. İstədiyin birini dayaq nöqtəsi kimi götür, fərqi yoxdur. Məsələn, gəlin rombları götürək dayaq nöqtəsi kimi. Dayaq nöqtəsi dediyim nədir? Yəni sən 6 dənə fiqurun hər birində bu rombu mərkəzdə görməlisən. Bax, hər birini mərkəzə götürməliyəm. Məsələn, birincidə bax. Bu rombu mərkəzə necə gətirə bilərəm? Ətrafındakıları yığacam bunun başına. Məsələn, üç bucağı aşıracam bura. Dairəni aşıracam bax bura. Və həmçinin burada rombu mərkəzdə görmək istəyirəm. Kvadrada aşıracam sağdan. Üç bucağı aşıracam bax burada. Hamısı yığıldı yenə ətrafına. Və 4-də yenə rombu mərkəzdə görmək istəyirəm. Digərlərin ətrafına yığmalıyam. Dairəni gətirəm bax buradan. Kvadratı gətirəm bax buradan. 5-dən olsa mərkəzdədir. Altda romu mərkəzdə görmək istəyirəm. Digərlərini yığıram ətrafına. Dairəni gətirəm buradan. Kvadratı gətirəm buradan.
Hər birində rombu mərkəzə gətirdimmi? İndi ətrafının orientasiyasını qeyd edirsən. İstənilən bir üzdən başla, ətrafın orientasiyasını qeyd elə getsin. Məsələn, gəl bura baxaq. Ətrafdakı istənilən bir üzdən başlayıram. Məsələn, tom dairədən başlasam, sağ dəqrəb istiqamətinə orientasiyanı qeyd elə. Dairə, kvadrat, üçbucaq. Və dairədən başlasam, dairə, üçbucaq, kvadrat. Dairədən başlasam, dairə, kvadrat, üçbucaq. Dairədən başlasam, dairə, üçbucaq, kvadrat. Həmçinin 5-ci dəfə dairədən başlasam, dairə, kvadrat, üçbucaq. Hamısını qeyd edirəm. 6-cı da dairədən başlasam, dairə, kvadrat, üçbucaq yenə. Hansı 4 dənəsi eyni oldu? 1, 3, burada üçbucaq satmırdı. 5, 6. Yəni 1, 3, 5, 6 eyni bir tetraedra aiddir. Problem olan var. Hə. Bu da oldu bizim tetraedrimiz. İndi gəlirik oktaedra. Oktaedr birinci cəhddə keçirilməmişdi. Düzdür, indi bəzi qruplarda mən göstərmişdim, məlumatınız olsun deyə. Amma indi bunu keçirik, düzdür. Yəni açığı mən inanmıram ki, kubu qoyarlar, prizmanı qoyarlar, buradan sual salarlar, amma bu da dövlət puluna istifadə olunan sual tiplərindəndir. Ona görə bilmemizdə fayda var. İşte birdən gəlib saldılar. Salsalar neyə edəcəyik? Bax, oktaedrda çox rahat əslində. Yəni bir dənə temasını tutsaz 20 saniyəlik sualdır. Və burada mahiyyət nədən ibarətdir? Və burada biz bir nöqtədən çıxan üçbucaqların sayına baxacağıq ilk öncə. Bu nə deməkdir? Bax, 77-ci sualda ixtiyari bir nöqtəni götürsən, ixtiyari bir nöqtə. Məsələn, bu bir nöqtəni götürürəm. Bu nöqtədən gör neçədən üçbucaq çıxır. Üçbucağa, üçbucaq. Bax, bu bir üçbucaq ayrılır. Bu ikinci üçbucaq ayrılır. Bu üçüncü üçbucaq. Bu da dördüncü üçbucaq. Həmçinin bax, başqa bir nöqtəni götürsən, fərqi yoxdur, hər hansı bir nöqtəni. Məsələn, bax, bu nöqtəni götürsən, bir dənə təsəvvür edin, 1, 2, 3, 4 üçbucaq çıxır. Həmçinin bax, təpə nöqtəsini götürsən, 1, 2, 3, 4 dənə üçbucaq çıxır. Yəni, bir sözlə, hər hansı ixtiyari bir nöqtədən 4 dənə üçbucaq çıxır. Hə, indi bax, birinci qaydamız da burada yaranır. Yazıram oktaedr. Birinci qaydamız. Bir nöqtədən maksimum 4 üçbucaq çıxa bilər. Bu nə deməkdir? Bax, gördüyünüz kimi biz ixtiyari bir nöqtəni götürdük. Gördük ki, oradan 4 dənə üçbucaq ayrılır da, düzdürmü? Hə, bax, mahiyyət budur. İndi variantlarda da hər hansı ixtiyari bir nöqtədən maksimum 4 dənə üçbucaq çıxa bilər. Hansısa variantda 4-dən artıq üçbucaq çıxan varsa, həmin variant səhvdir. 4-dən az çıxa bilər ha, üçbucaq sayı, amma 4-dən çox çıxa bilməz. Hələ ki, düşməyib, xeyr. Sən bax, bu nə deməkdir? Mən A variantına baxıram. Bax, nöqtə nədir? Təpə nöqtələrini bax, götürürəm. Nöqtə deyirəm. Bax, istədiyin nöqtəyə baxsan, bu nöqtəyə baxsan bir üçbucaq çıxır. Bax, bu nöqtədən xətt sayı demirəm, mən xəttlə qarışdırır uşaqlar. Üçbucaq deyirəm. Bax, bir üçbucaq, iki üçbucaq, üç üçbucaq, 4 üçbucaq çıxır. Bu nöqtədən 1, 2, 3, 4 üçbucaq çıxır. Buradan həmçinin 4 üçbucaq çıxır. Buradan 1 çıxır. Buradan 2 çıxır. Yəni, deməyim istədim odur ki,
Hansı nöqtəni götürürsən götür, 4-dən artıq üçbucaq çıxan nöqtən yoxdur. B-ni də eyni qaydada. Hansı nöqtəni götürürsən götür, 4-dən artıq üçbucaq çıxan nöqtən yoxdur. Amma C variantında bax, içəridəki bu nöqtəyə baxın. Burada neçədən üçbucaq çıxır? 1, 2, 3, 4, 5. 5-dən üçbucaq çıxır. Deməli, bu oktedrin açılışı ola bilməz. Bizdən də səhv istəyirdi. Yəni, hər hansısa bir nöqtədən 4-dən artıq üçbucaq çıxırsa, həmin variant heç vaxt oktedrin açılışı ola bilməz. Burada problem var. Vermə. Əla. Keçirəm o biri suala. İkinci sualda da bizdən səhv istəyir. İkinci qaydamız nədir? Ən az 2 nöqtə olmalıdır ki, dörd üçbucaq ayrılsın. Nöqtələr yazıram fərqli xətt üzərindən. Bu nə deməkdir? Bax, yəni ən az 2 dənə nöqtə tapmalısan ki, oradan 4 dənə üçbucaq çıxsın. Məsələn, bu A variantına baxıram. Bu A variantında 4 üçbucaq çıxan nöqtələr mühasibə. Bir bu nöqtədir ki, 1, 2, 3, 4 dənə üçbucaq çıxır. Bir bu nöqtədir ki, 1, 2, 3, 4 dənə üçbucaq çıxır. Həmçinin bax B-də. Bir bu nöqtədir ki, 4 dənə üçbucaq çıxır. Bir də bax bu nöqtədir ki, 4 dənə üçbucaq çıxır. Həmçinin bax C-də 4 üçbucaq çıxan nöqtələr qeyd edirəm. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Həmçinin bax Y-də bu nöqtədən 4 dənə üçbucaq çıxır. Buradan 4 dənə üçbucaq çıxır. Buradan 4 üçbucaq çıxır. Amma D variantına bir dənə baxın. Bax nöqtələri işarələyirəm. 4 dənə üçbucaq çıxan yeganə nöqtəm bax bu nöqtədir ki, buradan 1, 2, 3, 4 dənə üçbucaq çıxır. Biz nə demişdik? Ən az 2 dənə nöqtən olmalı ki, 4 üçbucaq çıxsın. Bir dənəsi varsa, deməli həmin versiya oktedrin düzgün açılışı ola bilməz. Yəni sən fərqli mövqelərdə, məsələn, bir bu düz xətt üzərində, bir də bu düz xətt üzərində 2 dənə nöqtə tapmalısan ki, 4 dənə üçbucaq çıxsın fərqli nöqtələr üzərindən. D-də amma bir dənə elə bir nöqtəm olduğuna görə D variantı oktedrin açılışı ola bilməz. D səhv götürürəm, gedib səhv istəyirəm. Burada sualın var. Mənim verilən tapşırığa əsasən o fiqurun formasından asılı olacaq ki, biz 2 nöqtə axtaraq, yoxsa ki, bir nöqtədən 4 maksimum üçbucaq axtaraq. Mən söhbət ikisi də ödəməlidir ümumiyyətlə. İkisi də. Hə, 2 Oktedrin versiya. qaydaları belə. Hə, başa düşdüm. İkisi də ödəməlidir. Bir sualda ikisi də ödəməlidir. Birindən maksimum 4 üçbucaq çıxa bilər bir nöqtədən. Və ən az 2 dənə nöqtən olmalı ki, 4 dənə üçbucaq çıxsın. Aha, çox sağ ol. Gəl məsələn bax, başqa bir sualı düzgün olanı istəsin, bütün qaydalarını tətbiq edeyim. Hüseyin, səs aça bilirsənmi? Bir dənə səs aça bilsəydim, tam rahat izah eləyərdim. Bax, bu nöqtəni götürün. Bax, bu nöqtəni. Üçbucaq neçədən üçbucaq söykənib bu nöqtəyə? Bax, bu 1. Bu 2. Bu 3. Bu da 4. 4 hansı nöqtəyə birləşdi? Bax, bu nöqtəyə. Bax, həmçinin bax, bu nöqtəni götürürəm. Bu nöqtəyə neçə dənə üçbucaq birləşib? Bax, bu 1. 40 hətta bax, bu 2. Bu 3. Bu 4.
Gəl məsələn bu nöqtəyə baxaq. Neçə üçbucağı birləşir bu nöqtəyə? Bax bu 1, bu 2, bu 3, bu da 4. Amma məsələn bu nöqtəni götürsən, bu nöqtədə 1, 2 dənə üçbucaq var ki, bura birləşən. Aydındır indi? Hə. İndi gəldiniz 79-a. 79-u ki, doğru versiyanı istəyir. Bax, başlayıram sualları təhlil etməyə. A variantına baxıram. 4 üçbucaq çıxan nöqtən hansıdırlarsa qeyd elə. A variantında 4 üçbucaq çıxan yeganə nöqtən bax bu nöqtədir. Bax 4 dənə üçbucaq birləşib bax bura. İkinci elə bir nöqtəm yoxdur, amma biz demişik ki, ən az 2 dənə elə bir nöqtən olmalı sənin. Ona görə A getdi. B-ni saxlayıram, C-yə baxıram. C-nin problemi nədir? C-də bax bu nöqtəyə baxsan, bax buradakı nöqtəyə. Buradan 1, 2, 3, 4, 5 dənə üçbucaq çıxır. Biz də demişdik, bir nöqtədən maksimum 4 üçbucaq çıxa bilər. C-də getdi. Həmçinin bax D-də də eyni problem var. Və buradakı nöqtədən 1, 2, 3, 4, 5 dənə üçbucaq çıxır. Y-yə ilə B-yə indi baxıram. Bax, B-də 4 üçbucaq çıxan nöqtələrini qeyd elə. Bax, bu nöqtədən 4 dənə üçbucaq çıxır. Bax, buradan 1, 2, 3, 4. Bu nöqtədən 4 üçbucaq çıxır. Bu nöqtədən 4 üçbucaq çıxır. Y variantını qeyd edirəm. Bax, bu nöqtədən 4 üçbucaq çıxır. Bu nöqtədən 4 üçbucaq çıxır. Bəs yaxşı, kim deyir indi? Burada Y-nin problemi nədir? Bir dənə üçbucaq artıqdır müəllim Y variantında. Bax, bu cümləni bir də oxuyuram, sonra problem nədir? Yazmışam ki, ən az 2 nöqtə olmalıdır ki, 4 üçbucaq ayrılsın və fərqli düz xətt üzərində Fərqli bir düz olmalıdır xəttdə nöqtələr. deyirəm. Fərqli bir düz xəttdə deyir ona. Ay, sağ ol. Bax, Hı -hı. yazmışam axı. Tapdığın nöqtələr fərqli düz xətt üzərində olmalıdır. Y variantında 2 dənə nöqtə tapırsan 4 üçbucaq çıxan. Amma ikisi də eyni bir düz xəttin üzərindədir axı. Sənə demişəm fərqli düz xətt üzərində tap. Bax, B variantında, bax, biri bu düz xəttədir, biri bu düz xəttədir, hələ tembol biri də bu düz xəttədir. Ona görə B-də heç bir sıxıntı yoxdur. Y səhvdir. Yəni konkret olaraq yadda saxla. Bax, bir dənə sol tərəfdə, bir dənə də sağ tərəfdə və yaxud yuxarıda, aşağıda 2 dənə elə nöqtə tapmalısan ki, oradan 4 dənə üçbucaq çıxsın. Fərqli mövqelərdən 2 dənə nöqtə tap ki, oradan 4 dənə üçbucaq çıxsın. Sualın var burada? Onda 80-ci sual tapan çatda doğru variantı yazsın. 80-də doğru olanı istəyir. 80-də cavab nə olacaq? Tapan çatda doğru variantı yazsın. Bir dəqiqə vaxtınız var.
13 nəfər tapıb 30 saniyədə vaxt verirəm. Bax 2 dənə qaydamız var. 2 dənə qayda. Başqa heç nə yoxdur. 30 saniyə vaxt verirəm. Sonra başlayacağım. De yazılan düz. Gəlin belə eləyək. Dərsdə olanlarda baxaq. Yazmayan tələbələrdən kimin adını çəksəm, kim aça bir səs açsın bir dənə. Görək harda çətinlik çəkib ki, yaza bilməyib. Adil səs aça bilirsən? Səidə səs aça bilirsənmi? Heç bir səs aça bilmir. Samir səs aça bilirsən? Və yaxud Emin səs aça bilirsənmi? Kim səs aça bilirsə bir dənə açsın sual təhlil eləyək. Emin düz yazıb. Emin düz yazmışsan. Beş dənə də özüm izah edirəm. 80-dan suala baxırıq. A variantına baxıram. Demiş ki, bir nöqtədən maksimum 4 üçbucağı çıxa bilər. A variantında bu nöqtəni götürsəm, bu nöqtədən 1, 2, 3, 4, 5 dənə üçbucaq çıxır. A-nı atdım getdi. B variantında bu nöqtəni götürsəm, 1, 2, 3, 4, 5 üçbucaq çıxır. B də getdi. C variantında bax 4 üçbucaq çıxan nöqtənin biri buradadır, nöqtənin biri buradadır. Amma ikisi də eyni düz xətt üzərində. Demişik fərqli düz xətt üzərində olmalı. C də getdi. Y variantında isə 4 üçbucaq çıxan ancaq bir nöqtən var. Ən az ikisi olmalıdır. Ona görə Y də getdi. Cavab olur bax D variantı. 4 üçbucaq çıxan nöqtələri. 4 üçbucaq çıxan nöqtələri. 4 üçbucaq çıxan nöqtələri. Bax görsən, fərqli düz xətt üzərində. Ona görə cavab olur D variantı. Sual olan var? Oxuyadığımız bu qədər. Söhbət figurlarını bitirdim. Bu gün tutoriya baxacaq ilk öncə. Tutoriya bir də akvarium. İlk olaraq tutoriyunu izah edəcəm. Görək tutoriya necə gedir. Yenə zəhmət olmazsa, başa düşmədiyi hissə olanda çalışın dərs zamanı məsələn, harada bir boşluğunuz varsa, həmin moment deyin, orada baxaq ki, sonra problem yaranmasın. Hitori, Yapon oyunlarından qəbula düşməyən bir sual hitori. Məsələn, bax, Kakuro düşüb, Sudoku düşüb, Toshiki düşüb, Akvarium düşüb. Bir dənə hitori elə ki düşməyib. Yəni, ona görə deyirəm ki, düşə ehtimalı var. Yəni, bu hitorini nə zamansa axır əvvəl salacaqam. İndi bilmirəm nə zaman olar, bu imtahan olar, gəlin il olar, amma yəni salma ehtimalı gözlənilən suallardandır. Hitoridən mahiyyət nədən ibarətdir? Bax, sualın birinci şərtini deyirəm, sonra mən kənardan qeyd edəcəm bizə nə demək istədiyin. Deyir ki, bəzi xanalar elə rəngləyin ki, hər bir sətir və hər bir sütun üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın. Rənglənmiş xanaların ortaq tərəfi ola bilməz. Rənglənməmiş xanaların hər birindən digərinə yalnız
rənglənməmiş xanalardan sətir və ya sütun üzrə keçməklə çatmaq olar. Bu nə demək istəyir bizə? Bax, burada yazdığı nədir? Bax, teoriyada, bax, diqqət eləyin, teoriya budur. Hərflərlə dolu xanalar var. Sən normalda bir Sudoku işləyəndə, Futoşkin işləyəndə nə edirdi? Boş xanalar verilirdi. Mən o boş xanaları doldurdum, düzdürmü? İndi xanaları dolu verib, mən əksinə o xanaları siləcəm indi. Nəyə əsasən siləcəm? Teorinin 3 dənə qaydası var. Bizə şərtdə dedik qaydalar nədir? Teori. 1. Sətir, sütun təkrarlanmaz. 2. Yanaşı rənglənmə olmaz. Nə deməkdir, izah edəcəm. 3. Yolu bağlamaq olmaz. Bax, bu nə deməkdir? Birinci, sətir sütun təkrarlanmaz. Yəni, baxıram ki, məsələn, bax, bu sətirdə 2 dənə C var, düzdürmü? Təkrarlanma olmaz. 2 dənəsi varsa, deməli, ən az biri silinməlidir. Nə hansı silinəcək bilmirəm, amma biri silinməlidir. Sonra, məsələn, bax, sütun üzrə baxıram. 3 dənə D var, düzdürmü? Deməli, ən az ikisi silinməlidir. Yəni, təkrar qala bilməz. Burada problem var. Birinci qayda budur. Sətir sütun təkrarlanmaz. Yəni, ola bilər ki, bir hərfdən olmaya bilər. Onun problemi yoxdur. Amma varsa birdən artıq ola bilməz. İkinci qayda. Yanaşı rənglənmə olmaz. Bu nə deməkdir? Yəni, bax, sən burada, məsələn, tutalım deyirəm, görsən 2 dənə C var, düzdürmü? Biri rənglənməlidir də. Yəni, rənglənmə silmək deməkdir. Tam sən gəldin, bu C-ni rənglədin, düzdür? Yadda saxla, rənglədiyin hərfin solun, sağın, yuxarısın, aşağısını avtomatik alırsan dairəyə. Bax, rənglədiyin hərfin solun, yuxarısın, sağın, aşağısın alırsan dairə. Yəni, rənglənə bilməz. Sən tam gəldin, bax, bu B-ni rənglədi və bax, bu D-ni tam rənglədim. Rənglədiyin hərfin solu, sağı, yuxarısı, aşağısı rəngləməz. Məsələn, burada solun aşağısı var, rəngləməz alıram dairəyə. Çarpaz rənglənə bilər, amma məsələn, gəl mən bunu çarpazı rəngləyə bilərəm, onun problemi yoxdur. Çarpaz ola bilər. Amma rənglədiyim hərfin solun, sağın, yuxarısının, aşağısını heç vaxt rəngləyə bilmərəm. Alıram dairə ki, rənglənməsin. Burada sualım var. Məlumat. Davam edirəm. Gözü bunu böyüdüm, bunları silmək olmadı. Üçüncü qaydamız nə idi? Yolu bağlamaq olmaz. Yolu bağlamaq olmaz. Bu nə deməkdir? Yəni, sən burada heç bir hərflərin bir-birinə yolun bağlaya bilmərsən. Yəni, bir hərfdən digərinə rahatlıqla keçib getməyi bacarmalıyam. Bu nə deməkdir? Sən bax, tutalım ki, mən gəlmişəm, bax. Bu B-ni rəngləmişəm, tutalım ki, düzdürmü? Gəlib bu D-ni rəngləyə bilmərəm. Çünki bu D-ni də rəngləmək istəsəm, bax, bu D-nin yolu bağlanır. Yuxarıdan da bloka düşür, soldan da bloka düşür. Çarpaz çıxa bilməz çölə. Yuxarıda bloka, sola da bloka düşübsə, deməli bu olmaz. Oyunun qaydasını pozmuş olursan. Ona görə əgər sən bu D-ni rəngləmisənsə, bunu alarsan dairəyə. Yəni, bu D-nin buradan roy yolu olmalı ki, o bir hərflərə getməyə bacarsın. Həmçinin, bax, tutalım ki, mən bu yeni rəngləmişəmsə, buradakı yeni rəngləyə bilmərəm. Çünki bu yeni rəngləsəm, D-nin çıxışı bağlanır. Sağdan da aşağıdan. Məsələn, tutalım mən bu D-dən, məsələn, bu A-ya qonaq gəlmək istəyirəm, düzdürmü? Bura gəlmək istəyirəm. Aşağıdan da yol yoxdur, sağdan da yol yoxdur. Necə gedim? Çarpaz gedə bilməz. Aşağı, yuxarı, sol, sağ. Buradan hərəkət edə bilir ancaq. İki tərəfdə bağlanmış olacaqdır. Müəllim, bəs Ona burada görə. üzr Aha. istəyirəm, aşağıdakı sətirdə
İki dənə D qaldı axı. Eyni sətirdə iki hərf olar ki, eyni. Yox, yox. Sual həll eləmirəm onsuz da. Sadəcə qaydasını izah Tamam. eləməliyəm. Başa düşdüm. Sualın həllinə keçəcəm. Təbii ki, olmur. Problem var orada. Mən sadəcə sual mahiyyətini izah eləməliyəm. Qaydaları. Sən əgər bunu Müəllim, rəngləmişsən, aha, bəs orada iki dənəsini rənglədiniz hərfləri. aha. Dedik ki, onun solu sağı da rənglənir də yuxarı aşağı. Yəni o D-ni onsuz da rənglənməmiş qalacaq da. Dariyə alacağıq. Bəli də düzdür. Rənglədiyimiz solun sağın yuxarısını aşağısını alıram dariyə, düzdür. Yox, müəllim, siz dediniz ya o Y-nin sol künc var ya yuxarı. Dediniz Y-ni rəngləmək olmaz ki, D-nin çıxış yolu olsun. Bəli, bəli. Bu rəngləmək mutunu alıram dariyə. Ha, bildim. Təbii ki, bu yeni rəngləsən, bu D-nin çıxışı bağlanır da, düzdürmü? Bax, bunu rəngləsən, bu D-nin çıxışı bağlanırdı. Ona görə əgər bu xananı rəngləmisənsə, bunu alırsan dariyə ki, bu D bax buradan keçsin. Sən bir yaxarı istəyirsə, bax getsin. İstədiyi hərfə rahatdan getməyə bacarsan. İstədiyi hərfə. Yəni yol olsun. Yol bağlaya bilməzsən. Sonra məsələn, mən başqa bir şey göstərirəm indi. Başqa cür yol bağlama göstərirəm. Tutalım ki, mən gəlmişəm bax, buranı rəngləmişəm, buranı rəngləmişəm. Məsələn, bax gəlib bu D-ni rəngləyə bilmərəm. Çünki bu D-ni rəngləsəm, B-nin yuxarıdan da, soldan da, aşağıdan da yolu bağlanır. Şu blokadiyə. Rənglənməz. Ona görə məsələn, alacaqdım bunu dariyə. Və yaxud gəlib bu B-ni rəngləmək istəsəm, bu səfər də bu 3 dənə hərf düşür blokadiyə. Çölə çıxa bilmirlər. Tutal mən bu D hərfindən bu C hərfinə qonaq gəlmək istəyirəm. Yuxarı bağlıdır, sol bağlıdır. Sağa keçib buradan gəlmək istəsəm, bura da bağlıdır. Və gedə bilmirəm, axı 3 tərəfdən də yol bağlanmış olur, çəpər çəkilmiş olur. Ona görə əgər sən bu iki xananı rəngləmisənsə, bunu da rəngləyə bilmərsən ki, buradan yol olsun, buradan çıxıb istədiyi hərflərə getməyə bacarsın. Tamam. Başqa. Buradan sualla var bu hissədən. Bu oyunun qaydaları. Bəs sual necə həll edəcəksən? 2 dənə köməyin var, köməklər. Birinci. İki eyni hərfin arasında fərqli hərfi heç vaxt rənglənməz. Alarsan dariyə. İki eyni hərfin arasında fərqli hərfi heç vaxt rənglənməz. Alarsan dariyə. Buradakı A-lardan birini rəngləyərsən hansısa bir, amma bilmirəm hansıdır. Amma B mütləq rənglənməz. Onu almışam dariyə. Amma 3 dənə eyni hərf gəlsə, mərkəzdəkinə dəymirsən, kənardakıların ikisini də rəngləyirsən. 3 dənə eyni hərf gəlsə, mərkəzdəkinə dəymirsən, kənardakıların ikisini də rəngləyirsən ki, təkrarlanma qalmasın. Məsələn, gəl həmin ipucuları bura tətbiq edək. Məsələn, baxıram. Bax, D ilə D-nin arasında A var. Deməli, bu rənglənməz alıram dariyə. Bunun rəngləməmə səbəbi nədir? Onu da deyim, sonra keçə həll eləyək. Çünki sən bu A-nı rəngləsən, rənglədiyin hərfin nə demişdim? Solun, sağın, yuxarısını, aşağısını almalısan dariyə. Yəni, bunu rəngləmirsənsə, bunun solun, yuxarısını, aşağısını dariyə almalıydın. Çünki onda bir üstündə 2 dənə D qalmış olacaqdı axı. Biz ona görə deyirik ki, 2 dənə eyni hərfin arasında fərqli hərfi rəngləyə bilmərsən, alırsan dariyə. Başqa harda var? Müəllim elə Aşağıda onun BB-nin altında. arasında. Bəli, Yenə D-lə D-nin altında B var, rənglənməz. Aldım dariyə. Başqa? Solda BB-nin arasında Y var. B-bin. B ilə Hə. B-nin arasında Y var. Aldım dariyə. D ilə D-nin ortasında C var. B ilə D-nin arasında C var, rənglənməz. Aldım dariyə. Başqa var mı? Buna davam edeyim. Ondan sonra dariyə aldığın hərflərdən davam edəcəm. Məsələn, bura baxıram. Bu sətirdə 2 dənə C var, düzdürmü? Bu sətirdə. Əgər bunu dariyə almırsan, rənglənmirsənsə, o biri neyinirsən avtomatik? Rəngləyirsən. Bəli, çünki bir sətirdə 2 dənə qalmayacaq eyni hərfdən.
Əgər bunu rəngləmək qadağandısa, bu biri rəngləyirsən ki, təkrarlanma olmasın. Onda Y ilə A da qoruma altına düşür. Ən aşağıdakı Y-ni də Bəli, rəngləyirik. bəli. Rənglədiyin hərfin sağın, yuxarısın, aşağısın alırsan dairəyə. Üstün üzrə baxıram. Bu yer rənglənmirsə, dairədədirsə, bu biri yeni rəngləyirsən. Rənglədiyin hərfin yuxarısın, sağın alırsan dairəyə. Diqqət elə bir dənə burada. Burada mən bu D hərfini əgər rəngləmək istəsəm, A-nın yolu bağlanır. Bax, bu A yuxarı da çıxa bilmir, sağa da çıxa bilmir, aşağı da çıxa bilmir. A-nın yolu bağlanmış olacaqdır. Ona görə sən bu D-ni rəngləyə bilmərsən, alırsan dairəyə. Əgər sütun üzrə bu D-ni rəngləmə mümkün deyilsə, bu biri D-ni avtomatik rəngləyirsən və solun, aşağısın, yuxarısın, sağını alırsan dairəyə. Bura kimi problem var? İndi mən bu D-ni rəngləyə bilərəm. Xeyr, yolu bağlayarıq. Bəli, Yolu onu rəngləsən, bağlayarıq. aşağı, Y-nin yolu bağlanacaq. Ona görə bunu alıram dairəyə, yəni toxunulmazdır. Əgər bu D-ni rəngləyə bilmirsənsə, sətr üzrə sonda olan D-ni rəngləyirsən. Rənglədiyin hərfin solun, aşağısın, alırsan dairəyə. Bu B rənglənmirsə, bu bir B rənglənir. Rənglədiyin hərfin solun, sağın, yuxarısını, aşağısını alırsan dairəyə. İndi bax, həmçinin bu D-ni rəngləmək istəsəm, A-nın yuxarıdan, soldan, aşağıdan yolu bağlanacaq. Ona görə bunu rəngləyə bilmərəm, alıram dairəyə. Əgər sütun üzrə bu D rənglənmirsə, bu bir D-ni rəngləyirsən gedir. Rənglədiyin hərfin yuxarısını və solunu alırsan dairəyə. Bura kimi problem var? Davam edirəm. Burada 4 dənə hərfim qalır. Gəlin bu 4 dənə hərfimi təhlil eləyək. A-ya baxıram. Bu anı rəngləmək istəsəm, B-nin soldan, sağdan, aşağıdan yolu bağlanır. Çıxış olmur axı. Ona görə bu anı rəngləyə bilmərəm. Həmçinin bax, burada 2 dənə B var. İkisindən biri rənglənməlidir. Əgər gəlib bu B-ni rəngləmək istəsən, bax, bu şəkildə çəpər çəkmiş olursan. Bax, görürsən? Bu şəkildə. Bu yuxarıdakı 6 hərflə aşağıdakı 6 hərf arasında əlaqə itir. Ona görə o çəpər çəkilməsin deyə bu B-ni dairəyə alıram ki, toxunmayım, yol olsun da buradan gəlib keçməyə. Bu B rənglənmirsə, bu biri B-ni rəngləyirəm və C-ni də rəngləsəm yol bağlanır deyə bunu da alıram dairəyə. Şu. Problem var burada. Mənimcə rəngləsək hansı yolu bağlanırdı, onu görə bilmədim. D-nin yolu bağlanır. Aha, Sağdan, gördüm. soldan, Gördüm yuxarıdan. mən. Ona görə bunu alıram dairəyə. Teorini doldurduq. İndi birinci sütunda hansı xanalı rəngləmişdi, onu soruşur bizdən. Bunu buradan silə bilmirəm. Burada C hərf idi, səhv eləməmişsə. Burada da Y olmalı idi. C C ilə ilə Y Y-ni. deməli. Bəli, cavab olur C və Y. Problem olan var. Əla. Bu oldu bizim teoriyamiz. Məsələn, bir dənə sürətli 5-ci sualla göstərirəm. Bax, ikinci köməyimiz 3 dənə eynisi yanaşı gəlsə, bax 5, 5, 5. Ortadakını dairəyə al. Bu səbəb kənardakıların ikisini də rənglə. Çünki bir sütunda 3-ü qala bilməz. Bu ortadakı rənglənmirsə, digər ikisi də rənglənməlidir. Rəngləyirsən. Rənglədiyin xananın solun, yuxarısın, sağını alırsan dairəyə. Rənglədiyin xananın solun, yuxarısının, sağın, aşağısını alırsan dairəyə. Həmçinin bax 5 ilə 5-in arasında 2 var. Rənglənməz. Alıram dairəyə. Hə, yaxşı. İndi bax davam edək. İndi dairəyə aldığın rəqəmlərin sətir sütununda eynisi varsa sil.
Sən bax bu ikiyə diqqət elə. Bu iki dairə altındadırsa, sütundakı digər ikini rəngləməlisən ki, təkrarlanma olmasın. Bunu rəngləyirəm. Rənglədiyim hərfin solun, aşağısın, sağın, yuxarısını alıram dairəyə. Bu dördü dairəyə almışamsa, bunu dördü rəngləyirəm gedir. Bura kim problem var? Müəllim, axırıncı sətirdəki 2-ni hardan dairəyə aldığını tam anlamadım. 5 ilə 5-in arasındadır da. Aha, belə gördüm. Davam Mənim edirəm. Aha, mənim onda o yuxarıda 5 var, aşağıda da 5 var. Onlardan biri rənglənəcək, hə? bəli. Bu deyinirəm, bu 5-i rəngləyə bilmərəm hocam. Bu 5-i rəngləsəm çünki üçün yuxarıdan da, soldan da, sağdan da, aşağıdan da yolu bağlanmış olur. Ona görə bu 5-i rəngləyə bilmirəmsə, bunu alıram dairəyə. Bu rənglənmirsə, aşağıdakı 5-i rəngləyirəm gedir. Bu 5-i rəngləyə bilərəm mən bax bunu. O rəngləmək olmaz çünki bağlanacaq ziqzaq formasında. Bunu rəngləsəm, bax birin yolu bağlanır. Müəllim, Aha. Bəli. burada rəqəmlər çarpaz hərəkət edə bilməz. Yəni onun yolu Yox, çarpaz ola yox, bilməz. yox, 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 yox. Elə birinci onu dedim axı. Müəllim, Çarpaz gedə bilməz. O oyunun qaydasıdır. Sətr üzrə hə, sağdan, soldan, yuxarıdan, aşağıdan gedə bilər ancaq. bildim müəllim. Bəli. Bu 5-i rəngləsəm, birin yolu bağlanır deyə 5-i alıram dairəyə. Sonra məsələn, bax bu 1-i rəngləsəm, 5-in soldan, yuxarıdan, sağdan, aşağıdan yolu bağlanır deyə bunu alıram dairəyə. Bax məsələn, bax bu 3-ü rəngləsəm, 1-in soldan, yuxarıdan, sağdan yolu bağlanacaq. Ona görə bu 3-ü də alıram dairəyə. Onu hələ ki bilmirəm. İndi onu gələcəm. Onun ilk başdan işləyəm. Burada ehtimalla getməm hələ ki. Konkret qaydalarına gedək. Bunu hələ ki gələcəm. Bax burada 2-ni görürsünüz. Bu 2-ni rəngləsəm, bax diqqət elə. Bax bu formada çəpər çəkmiş olursan. Bu rəqəmlərin bu tərəfə keçidə qalmır. Ona görə bu yuxarıdakı 2-ni boş saxlamalıyam ki, buradan körpüdən yer olsa, ki, bu 2-dən keçib o bir rəqəmlərə getməyi bacarır. Həmçinin bax bu 4-ü rəngləsəm. Bax bunu rəngləmək istəsəm, bax bu formada çəpər çəkmiş olacam. Yenə yol bağlanacaq. Ona görə o 4-ə toxuna bilmirəm. Onu alıram dairəyə. Eyni problem 3-də də var. Bax bu 3-ü rəngləsəm, bu formada çəpər çəkiləcək. Və blokadiya düşəcəklər. Ona görə bu 3-də rəngləyə bilmirəm. Alıram dairəyə. Bu 3 rənglənmirsə, bu bir 3-ü rəngləyirəm. Rənglədiyim hərfin aşağısını alıram dairəyə. Düşüb. 1, 2, 3, 4, 5, 6 dənə xana rənglədi. Cavab olur D variantı. Suallar var. Bu da oldu bizim teorimiz. Burada bir dənə 7-ci sualsı biraz yoracaq. Onu hələ ki göstərmirəm. Gələn səfər soruşsam görmə 7-ni kimlərə yaza bilir. Biraz 7-də biraz yoracaq. İndi keçirəm akvariuma. Akvarium kitabda yoxdur. Onu ayrı PDF kimi atacağım. Sənə 4-5 suallıq. Akvarium basen qəbunuza düşən sual idi. Son qəbunuza düşən sual. Sualın birinci şərtini oxuyuram. Sonra sual nə demək istəyir onu izah edəcəm. Sualda bizə deyir ki, bax, akvarium qalın xətlərlə sərhədlənmiş bloklara bölünüb. Hər bir blokun rənglənəcək xanaları həmin blokdakı suyun səviyyəsini göstərəcək. Blokun eni boyu hər hansısa bir sətr üzrə xanaların ya hamısı su ilə dolmalıdır, ya da hamısı boş olmalıdır. Blokda su ilə dolu sətrin altında boş sətr ola bilməz. Hər bir sütundan yuxarıda
və hər bir sətirdən solda yazılmış ədədlər uyğun sütun və sətirlərdəki su ilə dolu xanaların sayını göstərir. Bu nə deməkdir? Bax, bizə nə demək istəyir bax bu? Ümumiyyətlə orada, bax, indi mən dedim burada yazılan qaydalardır, bax hamısı. Bax bu akvariumdur. Bunun içi su ilə dolmalıdır. Bunun içi su ilə dolmalıdır. Bu yazılan rəqəmlərdə həmin su ilə dolu xanaların sayını göstərir. Məsələn, bax, bu 4 o deməkdir ki, məsələn, bax, burada 6 dənə xana var da, düzdürmü? Bu 6 dənə xananın 4-ü su ilə dolmalıdır. Bax, onu demək istəyir bizə. Məsələn, bax, bu 1 o deməkdir ki, buradakı 6 dənə xanadan hər hansısa biri su ilə dolmalıdır. Bir dənəsi. Qalanları dolmayacaq. Məsələn, bax, həmçinin bu 5 o deməkdir ki, bu 5 dənə, 6 dənə xanadan 5 dənə su ilə dolmalıdır. Məsələn, deyirəm, bax, təxminən. Tutalım, bax, bura X qoysan, yəni su doldurmasan bura. Deməli, digər 5 dənə su doldurmalısan. Sən bu burada bir dənə xana su ilə dolmalı. Məsələn, tam görsən bunu doldurmuşam. Qalanlarını kres qoyacağam ki, doldurmaq olmaz. Çünki bir dənəsi var. Yəni bu rəqəmlər su ilə dolu xanaların sayını göstərir. Bəs bu xanaları nəyə əsasən dolduracaq? Birinci, sətir üzrə biri dolubsa hamısı dolacaq. Biri boş qalıbsa hamısı boş qalacaq. Bu nə deməkdir? Bax. Sən bax, söhbət ancaq qara sərhədlərin daxilinə gedir. Bu qara sərhədi görürsən? Əgər sən buranı su ilə doldurmusansa, bunun hamısını su ilə doldurarsan. Sətir üzrə ya biri, ya hamısı. Ya heç biri. Yox, əgər tutalım ki, məsələn, mən bura kres qoymuşam ki, su dolmazda, düzdürmü? Buranı su ilə doldurmursansa, heç birini doldurmayasan. Və başqa biri göstərir. Məsələn, bura diqqət elə. Məsələn, bax, qara hüdudların daxilində 3 dənə yanaşı xana var. Əgər bura kres qoysam, yəni su dolmaz deyə, burada kres qoyacam. Bax, məsələn, başqa birini götürürəm. Bax, qara xananı götürürəm. Görürsən, 4 dənə yanaşı xana var. Əgər buranı su ilə doldursam, 4-ünə dolduracam. Məsələn, ikisini doldurum, ikisinə kres qoyum, elə şey mümkündür. Sətir üzrə xananın ya hamısını doldurarsan, ya hamısını boş qoyarsın. Burada problem olan var. Evet. Keçdim sütun üzrə. Beni sütun üzrə nə iş görəcəm? Sütun üzrə diqqət elə. Və bir növ su kimi düşün. Stəkan kimi daha doğrusu. Bu ben bunları sileyim. Bu sətir üzrə dediyim qaydaydı. Sütun üzrə isə, bax, bu nə stəkan kimi götürsəm. Bax, tam stəkana su tökürəm. Ola bilər ki, bax, stəkana suyu tökərəm. Və bura dolar. Bura dolar. Az su tutamışam. Hamısını doldurmuram. Yuxarısı boş qalır. Ola bilər də düzdürmü? Stəkanın yarısını sudan doldururam, yarısını doldurmaram. Yuxarısı boş qalar. Amma əgər stəkanın aşağısı boşdursa, sən buna su tökürsən də, düzdürmü? Yuxarısı su ilə necə dolu olsun ki bunun? Çünki suyu tökəndə su aşağıdan başlayır dolmağa. Onu yadda saxlayın. Sütun üzrə. Aşağı doludursa, yuxarısı boş ola bilər. Yox, əgər aşağı boşdursa, yuxarısı dolu ola bilməz. Burada problem olan var dediyimdə. Yəni. Onu gəlin keçək sualın həllinə. Sual bəs necə həll edəcək? Hardan başlayacaq? Yadda saxlayın. Sualı həll eləyəndə çalışın sətir üzrə 1 və 5 yazılan rəqəmlərdən kömək alın. Bu nə deməkdir? Və məsələn, sətir üzrə burada 1 görürəm də, düzdürmü? Bu 6 dənə xanadan biri su ilə dolmalıdır. Yəni kim deyər, bu 6 dənə xanadan hansını doldurum su ilə? Y xanası olar. Y xanasını dolduraq. Ay, sağ ol. Çünki bu 5 dənəsində hər hansısa birini doldursam, gərək 5-ini də doldurum. Ona görə buna kres qoyuram ki, hamısına kres getsin. Yeni su ilə doldururum. Və məsələn, sütun üzrə də diqqət elə. Burada ancaq bu sütunda bir dənə xana dolmalı idi suna. O bir dənə xananın altını doldurmuşsansa, deməli qalanlarına kres qoyursan gedir. Sərhədlərə baxıram. Sərhədlərin daxilinə bir xanaya kres qoymuşamsa, hamısı kres getməlidir. Məsələn, bura kresdirsə, burada kresdir, burada kresdir. Bura kresdirsə, burada kresdir,
Burada crest. Bu həmçinin bax qara sərhədlərin daxilində. Bura crest isə burada crestdir. Bura crest isə burada crest. Hı -hı. Problem var bura kimi? Verməli. Hə, davam edirəm. Bax burada 4 dənə xana dolmalıdır Suna. İkisinə crest qoymuşam da onsuz da 4 dənə boşda xana qaldı. Deməli bu 4 dənə xananın 4-ünə dolduracam ki, bu 4 rəqəmi ödəsin. Həmçinin bax bu 4 rəqəminə bax. 4 dənə xana Suna dolmalıdır. İkisinə crest qoymuşam da onsuz da. Deməli yerdə qalan 4 dənəsini doldurursan Suna. Bax burada 5 xananı doldurmalıyam. Bura crest qoymuşamsa, deməli digər 5-inə doldururam. Bura kimi problem var? Müəllim, bu dediyiniz ziddi oluraq iç dediyiniz sözə. Çünki məsələn Nasıl? birinci ən aşağıdakı birinci sətir boşdur. Boşdursa digər yuxarıdakılar necə dolu olur? Qara hüdudların daxilinə bax. Bunlar bir-birinə ayrı daxil sərhəd çəkilib bura. Onda bütövlükdə Stop. baxmır. Aha, aydındır. Xeyr. Qara hüdudlara ayrı-ayrı baxırsan. Müəllim, Aydın, bəs aydın. burada sütun üzrə də onda eyni olmalı deyildi. Necə? Yəni bir sütun üzrə bir xana doldusa, hamısı dolu Yo, olmalı deyil. ay təbii. Yo, mən onu qaydan mən izah elədim axı. Sütun üzrə nə dedi? Sütun üzrə dedi ki, aşağı doludursa yuxarı başqa ola bilər. Bu oyunun Ancaq qaydası. Bunu sətr özümüzdən üzrə demirik. ona baxırıq. Həmin xana Ancaq daxil. sətr üzrə biri dolub hamısı dolu. Sütun üzrə aşağı doldusa yuxarı başqa ola bilər. Bildim. Yəni. Bəli. Çünki o oyunun qaydası. Onu yedirəm. Özümüz demirik ki, o oyunun qaydası odur. Bax, sən bu sətrə baxın. 3 xanaya kres qoymusansa yerdə 3 dənə xana qalır. Dolan 3 də bu xanadır. Bunları da dolduram, şuna gedir. Bax, diqqət elə. Burada artıq 4 dənə xana sunan dolmalıdır. 4-ünü doldurmuşsan. Deməli, burada dolmayacaq. Burada dolmur onda. Bir dənə burada olur. Bütün sətirlərdə, bütün sütunlarda deyilən qaydaların hamısı ödədir. Problem olan var mı da? İnşallah imtahana düşməz. Niyə düşmür ki? Çox rahat bax. Bax, nə çətin gəldi? Deyim baxaq. Bax, nə çətindir bax burada. Çətin yox, sadəcə vaxt aparır. Vaxt aparsan da, əsas odur biz bunu tapa bildiriksə, vaxt aparmağın problemi yoxdur. Bizim buna geçsin 2 dəqiqə vaxtımız, 3 dəqiqə vaxtımız. Yəni bir var bilmədiyimiz gəlsin analogiya düşsün, aşkar operator, qeyri-aşkar operator düşsün. Bir də var ki, bu düşsün, qaydasını bilirəm. Yəni qaydasını bildiyimiz şeyin düşmək bizim əksinə xeyrimizədir, nə qədər vaxt alsa belə. Gəl birini işləyə bunu. Gəl bax birini işləyə bax bunu. Sən bir dənə də göstəreyim. Məsələn, bax burada da akvarium sualları var. Məsələn, bax akvarium birini göstərirəm. Bax, başlayıram problem sualı həll etməyə. Bax, yenə deyirəm, hardan başlama məqsədə uyğundur? Çalış sətr üzrə başla. 1 və 5 yazılan xanalardan kömək almağa çalış. Məsələn, bax, sətr üzrə olanlardan baxıram. Bax, məsələn, görürsən, burada 4 dənə 5 var. Bu 5-lərdən birinə baxıram. Məsələn, bu 5-ə baxıram. Burada 5 dənə xananı dolduracamsa, bu 2 dənə yanaşı olana, bir dənə də bu 3 dənə yanaşı olanı dolduranda olacaq 5. Çünki bunun hər hansı birinə sən kres qoymaq istəsən, gərək hamısına kres qoyasan. O da ziddiyyət yaradır axı. Ona görə yanaşı olan bu 2 dənə xananı da rəngləyirəm. Yanaşı olan bu 3 dənə xananı da rəngləyirəm. Çünki 5-i dolubsa deməli bura qoyuram kres. Burası aydındır. Bəli. Onda C də X olacaq da, düzdür? Bəli, bax, qara hüdudların daxilinə. Bax, bayaq dedim ki, bu üstün üzrə. Aşağı boşdursa yuxarısı dolu ola bilməz. Deməli, burada kres. Qara hüdudların daxilinə gedir söhbət. Burada 5 dənə xananı doldurmalıyam. Hamısı dolur. Bəli, birinə kres qoymusansa qalan hamısını doldurursun. Və sonra bura baxıram. Soldakına 5 başqa. dənə xana var. Necə? C-nin üstündəkinə başqa hamısı dolur. Yoxsa? Yox, müəllim, üzr istəyirəm. Ən soldakına başqa hamısı dolur. Ay, sağ ol. Burada bax 5 dənə xananı doldurmalısan. Bax görürsən bu qara hüdudların daxilində
5 dənə yanaşı xana var. Biz nə demişdik sətr üzrə? Biri dolubsa hamısı dolmalıdır. Məsələn, buranı doldurmusansa, hamısını doldurursan. Hı -hı. Deməli, bura kres qoyuram, gedir artıq 5-i dol. Bax, sonra diqqət elə. Burada 5 dənə xananı doldurmalısan Suna. O 5 xananı hələ ki dəqiq bilmirəm. Amma bilirəm ki, bu 100% 3 dənə yanaşı olan rənglənməlidir. Çünki bunun birinə kres qoysam, yerdə 5 dənə xana qalmır axı. Ona görə bunları sunan doldururam. 3 dənəsi artıq bəllidir. Davam eləyək. Bura diqqət elə. 5 xana dolmalı idi. Onsuz da birinə kres qoymusan da, düzdürmü? Yerdə olsa 5 dənə xana qalıb. Hamısı sunan doldur getsin. Hı -hı. Rənglədiyin xananın sətr üzrə yanını da rəngləməlisən. Burada artıq 2 dənə xana rənglənibsə, bizə ikisi lazımdır. Qalanları boş qalır. Qalanları kres deyirsən gedir. Burada 5 xana rənglənməlidir. Birinə kres qoymusansa qalanları rəngləyirsən. Burada 3 xana rənglənməli idi. 3-ünü artıq rəngləmişəmsə bunlara kres qoyuram. Sətr üzrə biri kresdir, hamısı kresdir. Всё. A, C, Y boş qaldı. O biri hərflər doldu. Salam var. Yəni bunu prosta imtahanda belə qaralasaq hərflərin üstü itəcək. Karandaşla qarada sorsun da. Bilirəm mənim zarafat edirəm. Necə? Bilirəm mənim zarafat edirdim. Hə. Yəni sadəcə doldur getsin. Всё bu qədər. Yəni düşməyə kisəsi indirəm. Xeyrinizədir. Sizin olsun bu 2 dəqiqə vaxtınızı. Getsin 2 dəqiqə bax, 2 dəqiqə bax sən bir dənə bal verir 100%. Konkret bilirsən ki, 100 çıxacaq. Mənim bu onsuz birinci qəbula düşmüşdü də. Yəqin ki, salmazlar. Amma asandır. Sala bilərlər. Onu yadda saxlayın. Ovçu məsələsi 3 dəfə dalbadal düşdü qəbula. Hə, Yəni bizim onun isə dalbadal salma ehtimallar var. Məsələn, sən qəbulunuza gəlib 2024-ün, 2025-in suallara saldılar. Yəni illərdə birinci və ikinci həftə düşən sual tipləri eyni ola bilər. Çünki məsələn sadə bir şey deyirəm sizə. Sudoku qəbulları işinə görəsiz ki, birinci həftə düşür, ikinci həftə düşür. Amma nə ədəd var ki, o düşə bilər, onun problemi yoxdur. Akvariumdan bu qədər. Şu, keçəcəyimiz mövzular budur. Bir dənə anaqramdan PDF atmışdım. Hər hansısa PDF-də orada bir dənə sual üçün cavabı düşməmişdi. Onun bir dənə cavabını deyim. Bir də başa düşmədiyiniz bir sual varsa deyin baxaq ona. Anaqramdan sonra yekunlaşdıraq. müəllim hansı qrupa atılıb o? Elə dərs qrupuna sıfır atmışam da anaqram üstünə yazılı formalara. İndi gördüm. Bəli, çox sağ ol. Burada bir dənə 48-ci sual düşməmişdi. 48-ci sualın cavabını kim tapmışdı? Buradan söz yaranırdı. Bu rəyasət sözüydü. Bəli, burada 48-ci sualda 2 ilə 4 birləşəndə rəyasət sözü yaranır. Bax, R, Ə, Y, A, S, Ə, T. 2 ilə 4 birləşir, rəyasət sözünü yaradır. Başqa buradan sualan varmı? Müəllim bir dənə 30-cu suala baxaq da, orada səhvlik yoxdur ki. Da. Cavabı desəndə cavab səhv verir. Yəni cavab B idi, fantastik. Bəli, onu dedim. Çünki orada Pakistan çıxırdı. Uyğun Hə, olmadı. səhv düşür, fantastik B idi. Müəllim bir də 10-cu sualı soruşmuşdular qrupda. Aha, onda Cavablarda qırmızı hərflərlə səhv düşmüşdü deyəsən. D variantı düzdür. ola bilər. Burada mühasibidir, Hı -hı. çilingərdir, dəmirçidir, balıqçıdır. Bu sənayedir. Sənaye fərqlənir. Hı -hı. Müəllim 35-ə baxa bilərik. Orada niyə adı? Barometr, voltmetr,
Termometr, dinamometr. Bunlar hamısı cihazdır. Nanometr cihaz deyil axı. Nanometr vahiddir. Çəki vahiddir. Nanometr səhv eləmirəmsə. O bilər hamısı amma cihazdır. Müəllim, 27-nin A variantına baxa bilərsiniz. Nə yazılıb? Ukraynalı. Çox sağ olun. Bu PDF-i gözlə göndərim indi sənə. Sən deyirsən, hə, onlayn qrupda deyil axı sən. Hə, gözlə göndərim. Ukraynalıdır A-da. Başqa buradan sualı olan varmı? Olduğunda baxa görə nə yazmışdısan? Sizə xeyir. Olduğunda dərsimiz bu qədər. Bir fəzanı bitirirsiniz dediyim qədərilə. Bir teori, bir də akvarium bitirərsiniz. Hələlik bunlar. İndi ola bilsin bir dənə quiz göndərdim. Bir dənə quiz işləyərsiniz. 15 suallıq, 20 suallıq belə bir şey. Şu. Müəllim, akvarium məsələsidir. Yeni PDF-də var bunlar. Burada yoxdur, yox. Onu ayrı atacağım sizə. Oldu, çox sağ olun. Buyur. Oldu. Bugünkü dərsimiz bu qədər. Gecəniz xeyrə qalsın. Özdən müğayət olun. Gəldiniz görüşərik. Çox sağ olun. Gecəniz Sağ olun. xeyir. Dəniz. Sağ olun. Xeyrə qarşı. Hələlik. Sağ olun müəllim. Sağ olun.